Salamın. Səhifə 221-i açdıq, tapdıq yəqin ki. Tərəzilər orada fikir versəniz kitabda 4 formadandır. Biri uşaqlar 1-dən 48-ə qədər olanlardır. İkincisi 48-dən 59-a kimi olanlar. Üçüncüsü salxım tərəzilər 59-dan 70-ə kimi hissəsi və son olaraq 70-79 hissəsi. Biz birincisi ənənəvi formada olanlardan başlayacağıq. 1-dən 48-ə qədər olanlar. Əvvəlcə bunları izah edəcəm. Sonra keçəcəyik 49-59 arasına və ən axırda da sondakılara baxacağıq. Bir dənə bu gün salxım tərəziləri keçməyəcək. Onu inşallah gələn dəfə. Yaxşı, tərəzi deyəndə biz əvvəlcə baxacağıq bu əvvəlki tip 1-dən 48-ə kimi ənənəvi tərəzilər. Yəni normal tərəzi başa düşün. O əvvəllər istifadə olunan hansı ki daşlar vasitəsilə sol tərəfin ağırlığı ilə sağ tərəf ağırlığı bir-birinə bərabər olan. Bunlar həmin formada tərəzilərdir. Uşaqlar, bəs bunlarda nəyi həll edəcəyik, nəyə baxmalıyıq, nəyə baxmamalıyıq? Həlli qaydalarını göstərəcəm. İndi 3 dənə ümumi həll tipi var. Sadəcə bəzi bir şey deyim. Sonra bu tərəzinin orada düz dayanması üçün sol tərəflə sağ tərəfin ağırlığı bir-birinə bərabər olmalıdır. Yəni sol tərəf neçə kilodursa, sağ tərəfin də kütləsi o qədər olmalı ki, bu tarazlıqda qalsın. Yoxsa tərəzi aşar. Yəni əslində burada AB bərabərdir C-yə, bu deməkdir. Nə bilim burada BC bərabərdir A-ya, bunlar deməkdir bu. Və məsələn tutaq ki, bura 5 kilodursa, burada 5 kilodur. Nə bilim bura 8 kilodursa, burada 8 kilodur. Yəni tərəzinin sol tərəfindən sağ tərəfləri bərabər olmalıdır. Və heç vaxt tərəzilərdəki o hərflərin qiymətini tapmağa çalışmayın. Birinci həm tapa bilməyəcəksiniz, həm də heç vaxt lazım olmayacaq. Nə bilim 3-dür, 5-dir, neçədir, bunu tapmaq mənasızdır. Həmişə orada hərfləri müəyyən başqa hərflərlə və ya həmişə hərf olmayacaq. Məsələn 5-də filan baxsa simvol da ola bilər. Simvolları başqa simvola, yəni bu formada sadəcə əvəz etməli, başqa heç nəyə ehtiyac yoxdur. Bir şey də qeyd edək burada. Bu tərəzidəki hərflərin arasındakı əməllər uşaqlar toplamadır. Məsələn tutaq ki, əlində 3 dənə zəmbil tutmusan, biri 3 kilodur, biri nə bilim 7 kilodur, biri 5 kilodur. Əlində nə qədər yük olur? Bunları toplayırsınız da 3, 7, 5 olur 15 kilo. İndi yenisi bura keçərlidir. İndi burada məsələn tutaq ki, 3 dənə B, B, C varsa bunları toplamalısınız. B üstə B üstə C. Nə bilim A üstə A üstə A. Burada da A üstə B. Yəni tərəzidə hərflərin, simvolların arasındakı işarələr sadəcə toplama işarəsidir, vurma deyil. Onu qarışdırmayın vurma ilə. Sadəcə hər birdə toplama olmalıdır. Bəs necə həll edəcəyik? Uşaqlar, əvvəlcə 3 dənə ümumi həll qaydası var bu tərəzilər üçün. Düzdür, 1-2 köməkçi qayda da var. Bu 3 həll qaydası əksər suallarda keçir. 1-2 sual var ki, onlar üçün spesifik özlərinin həll qaydası var. Hansı suala tətbiq etmək olar, burada eləmək olmur. Birinci ən çox istifadə olunan həll qaydası istənilən sayda tərəzinin. Məsələn, bu arada həmişə ikisini verib üçüncünü soruşmayacaq. Ola bilər ki, tərəzidə məsələn 16 filan fikir versəz, 3-ün verər, 4-cünü soruşar. Nə bilim 5-in verər, 6-cını soruşar və s. Tərəzidə ümumiyyətlə qaydalar saydan asılıdır. Nə qədər tərəzi olursa olsun. Hansı tərəziyə istəyirsiniz baxa bilərsiniz. İstənilən sayda tərəzini tərəf-tərəfə toplaya bilərsiniz. Yəni necə? Sol tərəfləri 1, sağ tərəfləri 1. Burada qeyd eləyək, birinci qaydamız tərəf-tərəfə toplamaqdır. Ən çox istifadə olunan uşaqlar qaydalardan biri də budur. Tərəf-tərəfə toplama. Yəni siz tərəzinin sol tərəflərini 1, sağlarını 1 toplayırsınız, gedir. Tərəf-tərəfə toplama. Dediyim kimi, orada bizə fərqi yoxdur ki, o tərəzidəki fiqurların sayı nə qədərdir. Məsələn, mən baxıram bura, sol tərəfləri 1 toplayırsınız, bu ikisini 1 toplayırsınız, sağ tərəfləri də 1, bunları da 1 toplayırsınız. Gəlin toplayaq görək nə alınacaq. Qeyd eləsək, o zaman olacaq biri. Birinci həllin qaydası. Solda var A, B, daha sonra aşağıda da B, C, C. B, B, bir də C. Sağda bəs nə var? C-dən 3A. Bunları belə toplayıb yazdıqdan sonra sol tərəfdə və sağ tərəfdə eyni olanları islah eləməlisiniz. Mən də baxıram ki, solda və sağda eyni C-lər var. O zaman bu C-ləri atdıq. Daha sonra A-nın biri var. A-nın birini də atdıq. Nə qalacaq burada yerdə? Bizdə qalacaq burada 3 dənə B bərabərdir nəyə? 2 dənə A-ya. Bizdən də halbuki onun soruşduğu bu idi. 3B bərabər olmalıdır nəyə? Variantlara baxaq görək 2A varmı yoxsa yoxdur? Variantlara da baxsaq, hə, burada 2A var. Deməli cavabımız nədir? D variantı. Yəni tərəf-tərəfə toplamada sol tərəflərdə, sağ tərəflərdə toplayırsınız. Sonra orada solda, sağda nə varsa, onları islah etmək lazımdır. Bu tərəf-tərəfə toplamanı ilə bağlı kimin nəsə sualı varmı? Aydın olmayan hissə, ümumiyyətlə başa düşməniz bir şey. Kimdə səs atmaq sıxıntısa çata yaza bilər, çata çünki baxıram. Müəllim, yuxarıdakı ixtisardan sonranı bir də deyə bilərsiniz. Bax, ixtisardan sonra nə qaldı burada? 3B, burada nə qaldı? 2A. Bu da bizim cavabımızdır da.
3B-ni soruşmur. Deyir 2 dənə A-ya bərabər. Hə, başa düşdüm soruşum. Aydın oldu Abi, indi. axşamınız xeyir. Axşamınız xeyir. Dünən bizim qrupa da bu mövzunu keçmişdiniz. Bəli, bəli. Hamı eyni mövzu keçilir. Aha. Yaxşı, uşaqlar, davam eləsək, bu birinci tipi. Onsuz başqalarını izah edəcəm. İndi burada ikinci bəs nə edə bilərik? İkinci həlli qaydası isə əvəz etmədir. Əvəz etmə. Gəlin bunu qeyd edək. Əvəz etmə. Əvəz etmə və tərəf-tərəfə toplama. Sualların 90%-dən 10% istifadə edəcəksiniz. Üçüncü qaydasını göstərəcəm. O daha az istifadə olunur. Uşaqlar, bəs əvəz etmə nədir? Əvəz etmə üsulunda isə verilmiş orada simvollardan, fiqurlardan, nə bilim, hərflərdən hər hansısa birin ona bərabər olan başqalarını əvəz edirsiniz. Yəni daha rahat tapmaq üçün. Yəni bir simvolu və ya bir neçə simvolu başqa simvollarla əvəz etmək lazımdır. Adı üstünə əvəz edirik sadəcə. Məsələn, bu suala baxsaq, bunu əvəz etmə üsuluna necə yaza bilərik bəs? Baxsaq burada S nəyə bərabərdir? AB-yə. Gəlin onda burada S-nin yerinə AB-ni yazım. Bura AB yazıq. Sol tərəfə nə var bəs? 2 dənə B. Onda solda sağda burada eyniləri atmaq lazımdır da. Bu bərabərdir 3 dənə A-dır axı. A. Solda və sağda eyniləri atırıq. Atsam, görə burada eyni nə var? A-nı var da. A-ları atdıq. Yenə eyni cavab alacağıq da. 3 dənə B nəyə bərabərdir? 2 dənə A-ya. Bu asan sual olduğu üçün hər iki yolla da yazmaq olur. Amma sualların əksəriyyətinə gərək biz suala baxan kimi bilək ki, bunu necə həll edə bilərik? Əvəz etmə üsulunda yenə cavabımız oldu nə? 2 dənə A. Bəs əvəz etmə ilə bağlı sualı olan, yəni bu tipdə varmı uşaqlar suala sıxıntısı, başa Yəni düşmədiyiniz o birisi? biri daha asandır deyir. Hə, o Toplama. aslında həmişə o keçmir axı. Həmişə alınmır. Onun üçün görə ikisini də bilək. Təbii ki, tərəf-tərəf toplama daha rahatdır. Və o hardan biləcəyik biz İndi hansı onu Hə, görəcəyik. Onu bildim, görəcəyik. bildim. Təmin olun. Bəs Əvəz etmə ilə məhdudda bağlı bəs nə var? dedi AB arasında toplama var ya da biz məsəl üçün əvəz Aha. etməni tutaq ki C təkdir də. Burada məsələn C, B, C nəsə belə bir şey verilib. Biz yenə bir hərfə gətirə bilərik toplama çıxma kimi yoxsa yox hələ. 2-3-ünü də əvəz edə bilərsən. Orada fərq yoxdur ki, bəzən hətta ikisini götürüb ikisini qoyursan, ikisini götürüb üçünü qoyursan. Orada sayla bağlı deyil ki, sadəcə rahat dəyişə bilirsən, dəyişə bilərsən. Yox dediyim odur ki, məsələn C tək idi deyə promo AB götürdü. Amma C-nin yanında başqa bir hərf olsaydı onu Yox, ondan artıq əvəz etmə götürə bilərdim. keçmir təbii ki. Hə, orada əvəz edə bilməzsən. Çünki bilə bilməzsən axı hansına bərabərdir. Məsələn, burada tutaq ki, B olsa, o artıq burada əvəz etmə yoxdur. Nəyə əvəz edəcəksən? Hə, başa düşdüm. Aydın oldu. Hə. Üçüncüsü isə üçüncü bara nisbətən daha az istifadə olunur. Amma onu da qeyd edək. Üçüncüsü də çarpaz toplamadır. Üçüncüsü çarpaz toplama. Artıq birinci sualda çarpaz toplama qaydası keçmədiyinə görə başqa bir sualın üstünə göstərin bunu. Məsələn, baxaq ikinci suala. Yenə istənilən sayda tərəzini çarpaz toplaya bilərsiniz. Necə yəni çarpaz? Sonra çarpaz toplamada birini soldan, birini sağdan götürüb toplayırsınız. Yəni bununla bunu toplayırsınız. Bununla isə bunu. Məsələn, bayaq demişdik də 5-8 götürmüşdük. Tutaq ki, bura olsun 5 kilo, burada 5 kilo, bura isə 8 kilo, burada 8 kilo. Baxın, çarpaz toplasınız. Bu 5 ilə 8-i topladınız. Burada 13 düşür. 5 ilə 8 burada 13 düşür. Yəni bir fərqi olmur, yenə tarazlıqda qalır. İstənilən sayda tərəzini çarpaz toplamaq olar. Məsələn, burada tərəzinin sayı tutaq ki, 2-dən bunu indi həll edəcəm ardın. Tərəzinin sayı tutaq ki, 2-dən çoxdur da, 3-dən 4 dənə olsun. Əgər belə olanda çarpaz, birini soldan, birini sağdan toplayırsınız. Birini buradan, birini buradan. Bunların üçün bir toplayırsınız zigzag formada. Bunların ikisində bir. Belə formada. Düzdür, bu sualın həlli çarpazla deyil, sadəcə çarpazın qaydasını göstərdim ki, 3 dənə olsa belə toplaya bilərsiniz. Bir də bir şey deyim, hətta tərəzidə belə də toplamaq olar. Ola bilər ki, ikisini bir tərəfdən götürəsən, birini sağdan, bu formada. Başqa sual da göstərin, bunu qarşılayacaq. Məsələn, başqa 4-lü sual, bir dənə tapsaq. Hə, olsun 34. İkisini buradan götürərsiniz, bu formada. Birini isə sağdan. Belə toplamaq olar. Yenə ikisini birdən, birini soldan. Tərəzidə ancaq necə toplaya bilməzsiniz? Uşaqlar, tərəzidə heç vaxt qarşı-qarşıya toplamaq olmaz. Yəni, eyni sırada birini soldan, birini sağdan toplamaq olmaz. Çünki toplasaz, baxın, gəlin toplayaq. 5 üstə 5 bura eləyəcək 10, 8, 8, 16. Bu 100% aşacaq, tarazlıqda qalmayacaq. Ona görə qarşı-qarşıya toplamaq olmaz. Amma yuxarıdan aşağı istədiyiniz kimi istər tərəf-tərəfə, istərsə çarpaz toplaya bilərik. Bəs niyə çarpaz toplayırıq? Niyə özümüzə zülmə veririk? Çünki bəzi suallarda tərəf-tərəfə toplayanda və ya əvəz edəndə bir şey çıxmır. Məsələn, bu suala baxsaq, həmişə sizdən sualda soruşulana baxın ki, bizdən nəyi soruşur?
Onun əsasını tapacağıq çünki. Bu suala baxsaq, bizdən 4-dən x-i soruşur. 4x. Mən də baxıram ki, bunları tərəf-tərəfə toplasam, yuxarıdan aşağıdan, solları bir, sağları bir toplasam, x-in ikisi solda qalacaq, ikisi sağda qalacaq və gedəcək. Əvəz etmə də, rahat əvəz etmə yoxdur. Ona görə uşaqlar burada çarpaz toplamalıyıq. Çünki çarpaz toplasaq, mən bunu buradan sileyim. Gəlin bunları çarpaz götürək. X-in ikisi orada, ikisi burada 4 dənə düzələcək. Gəlin çarpaz toplayaq, qeyd edək. Bununla bunu toplasaq nə olacaq burada? Yazıram x, x, y, sonra x. Bəs bu bir ikisini toplasaq, 3 dənə z yuxarıda sağda var. Burada nə var bəs? Y, z. Y, z. Qaydamız dəyişmir. Eyniləri atırsınız. Eyniləri atsaq, bu y-lə bu y-i atdım. Nə qalacaq yerdə? 4 dənə x bərabərdir nəyə? 3 dənə z, sonra y, sonra yenə z. Yəni cavabımız bizim budur. Variantlarda bunu axtarıram. 4z, 1y. O da baxsaz y variantıdır. Uşaqlar, bir də bir şey qeyd edin, bunu çoxu qarışdırır. Tərəzidə onların yerləşməsinin fərqi yoxdur. Hansı əvvəldədir, hansı axırdadır. Yəni y-in orada birinci və ya ikinci dəyişmə olması, axırda olması bir şey dəyişmir. İkisi də eyni şeydir. Onsuzların cəmidir də, yer dəyişəndə cəm dəyişmir. Və ya elə adi həyatdan örnək götürsəz, məsələn, tutaq ki, əlində 2 dənə zəmbil var. Fərqi var ki, hansı yaxındadır, hansı uzaqdadır əlin tərəfdən. Onsuz ikisi də səninlədir, ikisi də ağırlıq tətbiq edir sənə. Ona görə burada fərqi yoxdur ki, səndə y burada ortadadır, nə bilim, axırdadır. Tək orada olsun. Onsuz da cəmləyəcəksən. Cəmləyəndə sıranın fərqi yoxdur. 2 ilə bağlı, ümumiyyətlə çarpaz toplama ilə bağlı sualı olan, aydın olmayan hissə. İndi hamısına aid cümlələri göstərəcəm. Sadəcə tipləri dedim ki, burada. Hələ ki, bu tiplər olacaq bizdə. Varmı nəsə sualı olan? Salam müəllim, axşamınız Hə, xeyir. vaxtım xeyir, aynı gün. Bir dənə sual soruşum. Bu Buyur. çarpaz toplama bütün tərəzilərə aiddir, elə deyil? Hamısına tətbiq eləyə bilərik, amma təbii ki, hamısına tətbiq eləmirik də. Hansı sualda bizə lazım olsa, orada tətbiq eləyəcəyik. Tərəf-tərəfə toplamanın da həmçinin. Hansı suallar, dediyim qaydalar bütün tərəzilərə aiddir. Sadəcə biz baxmalıyıq ki, hansı sualda hansını tətbiq etsəm daha rahat çıxacaq. Aha, çox sağ olun müəllim. Buyur. Başqa sual olan? Yoxdur deyəsən. Məsələn, dedik 3 dənə qayda var. Tərəf-tərəfə toplama, çarpaz və əvəz etmə. Suallarda uşaqlar çarpaz toplamanın axırıncı versiya kimi fikirləşin. Onsuz da çünki suala baxan kimi çarpaz olsa orada görünəcək. Əsasən əvəz etmə və tərəf-tərəfə olur. Əgər rahat əvəz etmə görürsünüzsə, nəyisə birincisini əvəz eləyə bilirsinizsə, yaxşı olar ki, əvəz eləyəsiniz. Onda daha rahat çıxır. Yox, əvəz etmə yoxdursa, keçir artıq tərəf-tərəfə toplanmaya. Oradan da bir şey çıxmazsa çarpazdır, olar da olmazsa artıq bir-iki başqa qayda olaraq baxacağıq. Məsələn, 3-cü suala baxsaq. Mən əvəz etmə fikirləşməyəm, mən burada yeri yoxdur. Çünki uşaqlar əvəz eləyə biləcəyim heç nə yoxdur. Nəyisə götürüm, başqasını qoyum. Birinci tərəf-tərəfə fikirləşirəm. Onsuz da uşaqlar bu tərəf-tərəfə özü kömək eləyib bizə. Nəyi soruşur? Həmişə soruşulana baxın. 5 dənə ıllığını. Bu 5 dənə ıllığını tapmalıyam. İkisi buradadır, üçü buradadır. Onda çox da başım ağrıtma dəyməz də. Elə tərəf-tərəfə solları bir toplayırıq, sağları da bir. Gəlin toplayaq, görək nə baş verəcək orada. Və heç vaxt uşaqlar toplayanda, nə bilim, əvəz edəndə, çarpaz falan yazanda bu soruşulan işiniz yoxdur. Soruşulan axırda baxırsınız. Və əvəz edirsə əvvəldən əvəz. Yəni toplayanda bunu nəzərə almırsınız. Buna baxmırıq biz. Bu axırda nəzərə alınacaq. Bu ikisini toplasaq, orada baxsaq, sol tərəfdə nə var? Sol tərəfdə K, K, L, L, 3 dənə L, 2 dənə də L buradan və M. Sağ tərəfdə isə 2 dənə M, 3 dənə K. Və demişdik, soldan sağdan eyniləri atırıq da. Soldan sağdan eyniləri atsaq. M-in biri ilə M-in ikincisi getdi. K-nın bir ikisi bu K-nın ikisi ilə getdi. Yerdə nə qalacaq? Baxın, burada 5 dənə L qaldı, düzdür. Burada nə qaldı? M ilə K. Yəni bizim 5 dənə L-imiz nəyə bərabər imiş? MK-ya. Olmalıdır MK. MK-da hansı variantdır? Fərqi yoxdur da K-ya, MK eyni şeydir. O da olacaq C variantı. İndi bəs 3 ilə bağlı sualı olan bunların ikisinin sadəcə sol tərəfləri 1, sağları da 1 topladıq, getdi. Var 3-dən sualı olan. Təbii ki, həmişə bu qədər var da asan olmayacaq. Mən əvvəlcə dərsi izah etmək üçün bir asanlarına baxarıq. Get-gedə orada çox çətinləri göstərəcəm. Baxırıq 5-ci suala. Şu an 5-ci sualda burada rahat əvəz eləyə bilərsiniz. Çünki mən görürəm ki, 2 dənə dairəmiz nəyə bərabərdir? 4 dənə kvadrata. Əvəz etmə alınırsa, yaxşı olar ki, əvəz eləyəsiniz. Çünki onda çox daha rahat çıxır. 2 dairə 4 kvadratsa, aparıb yazaq da yerinə. Burada bu 2 dənə dairənin əvəzinə 4 dənə kvadrat yazıram.
Yaxşı, 4 dənə kvadrat buradan gəldi. Bu bərabərdir. Bir dənə də kvadrat bu yazığın özündə var idi. Onda üçbucaq nəyə bərabərdir? 4 üstə 1, 5 dənə kvadrat. Yaxşı, üçbucaq 5 dənə kvadratsa 5-in yazıq bunun yerinə. Bir dənə də yazığın yenə özündə var idi. Olmalıdır nə? 6 dənə kvadrat. Yəni, mən bunları əvəz edib tapdım ki, cavabımız 6 kvadrat olmalıdır. Baxaq görə variantların hansında 6 kvadrat olacaq. Amma 6 kvadrat yoxdur. Dairədən istifadə edib. O zaman gəlin görək dairə neçə kvadratdır. Bura nəzər yetirsəz, 4 dənə kvadratımız 2 dənə dairədir. Onda nə edə bilərik? Bunun hər tərəfini 2-yə bölə bilərik. 2-yə bölsəz, o zaman 2 kvadrat nəyə bərabərdir? Bir dənə dairəyə. Yəni bizim bir dairəmiz 2 kvadrat imiş. Gəlin variantlarda baxaq görək onda hansı 6 kvadratdır. Əgər bir dairə 2 kvadratdırsa, 2 dənə buradan, bir dənə buradan. Yox, bu 3 dənə oldu. 2 dənə buradan, 2 dənə buradan, bir dənə buradan. Bu da 5 dənə oldu. Bu da çoxdur. 2, 2, 1, 1, 1. 7 dənədir. O da azdır. Amma C variantına baxsaq, sonra hər bir dairə 2 kvadratdır. Bu da 2 kvadratdır. Bu da 2 kvadratdır. Hərəsi 2 dənə kvadratdır da. Burada 2 kvadratdır. Toplam neçə dənə kvadrat olacaq? 6 dənə. O da olacaq bizim yekun cavabımız. Yəni 5-ci sualın düzgün cavab variantı da olacaq C. 5 ilə bağlı bəs sualı olan. Hamıya hər şey aydın yoxsa sual olan varsa desin baxaq. Bir də izah edərsiniz də. Bir də izah eləyək. Baxın, orada fikir versəz, bir üçbucaq bərabərdir. 2 dairə, 1 kvadrat. Biz hər zaman toplayırıq bunları. Toplaya bilərsən, əvəz eləyə bilərsən, amma çıxma yox, uşaqlar, çıxmırıq. O çıxmağı soruşanlar çıxmaq olmaz. Çünki çıxanda aləm verəcək bir-birinə. Toplamaq lazımdır. Burada bu 2 dairənin yerinə, yəni bura fikir versiniz. Bu 2 dənə dairənin əvəzinə gətirdim 4 dənə kvadratını yazdım. 4 dənə kvadrat buradan, bir dənə də özündən var idi. Onda üçbucaq oldu 5 dənə kvadrat. Yaxşı, üçbucaq 5 dənə kvadratsa aparıb qoyaq yerinə. Burada şöyle üçbucağın əvəzinə 5 dənə kvadratını yazdım. Biri də burada var idi özü. Toplam 5 oradan, 1 oradan oldu 6 dənə kvadrat. Yəni cavabımız 6 kvadrat olan variant olmalıdır. Mən də baxıram hansında 6 dənə kvadrat var. Baxsaz şöyle bunu hər tərəfini 2-yə bölsəz, 2 dairəmiz, daha doğrusu 2 kvadratımız bir dairədir. Çünki 4 dənəsi 2-yə etsə, 2-yə bölüz 2 dənəsi də 1-dir. İndi variantlarda qoyuruq yerinə də görək hansı olacaq 6 dənə. Hər bir dairə 2 kvadratdır. Baxın, burada 3 dənədir kvadrat. Burada 5 dənə oldu. Nə bilim, burada 7 dənə oldu. O ancaq C variantıdır ki, hər dairəm 2 dənə kvadratdırsa, 3 dənə dairəmdə 6 dənə kvadratdır. İndi aydın oldu bu. Bəli, bəli. Sualı olan var uşaqlar? 5 ilə bağlı. Yoxdur deyəsən. Yaxşı, onda davam edirik. Baxırıq indi də 14-cü suala. Belə əgər orada gördünüz ki, çox uzun şey, bir sürü şey verib, orada çox da özümüzü qorxmaya ehtiyac yoxdur. Birinci sol tərəfdə və sağ tərəfdə eyniləri atın geçsin, islah edin. Onlar orada boş-boşuna sizi çaşdırmaq üçün verib. Soldan və sağdan eyniləri atırıq. Məsələn, mən baxıram ki, K-nın 1-i, 2-si solda da var, sağda da. L-in 1-i, 2-si solda da var, sağda da. Bunlar da getdi. Və M-in 1-i var. M-i də atdıq. Yerdə nə qaldı burada? 2 dənə K. 2K bərabərdir. Sağ tərəf nə qaldı? 2 dənə L. Yəni, əslində o boyda tərəzi 2K bərabər 2 L imiş. Sadəcə məni çaşdırmaq üçün yanlarına başqa şeylər və biraz qarışıq görünür. Əslində olmalıdır. 2K bərabərdir 2 L. Yaxşı, bəs aşağıya keçsək. Burada da solda, sağda eyniləri atırıq da. Baxın, M-in 1-i, 2-si, 3-ü. Daha hamısını atmışsınız, olduğu qədər. Nə qədər varsa o ortaq o qədər. L-in 1-i var, L-in 1-i getdi. K-nın da 1-i var, K-nın da 1-i getdi. Sol tərəfdə qaldı LK, sağda qaldısı tək M. Yəni, uşaqlar, bu tərəzidə bu formadaymış. Əslində KK L-ə bərabər imiş, LK da M-ə bərabər imiş. Sadəcə biraz qarışıq, biraz çətin görürsün deyə o formaya salıblar. Bəs buradan sonra sizcə məndən 3 dənə L-i soruşursa, neyini olacaq tapaq 3 dənə L-i burada? Çarpaz toplamalıyıq da bu səfər. Şu an çarpaz toplayacaqdır sadəcə. Fikir verin, niyə? Nəyi soruşur? 3 dənə L-ını. 3 dənə L lazımdır bizə. L-nın biri buradadır, ikisi də buradadır. Çarpaz toplasanız, 2 dənə oradan, bir dənə 3 dənə olacaq. Yəni çarpaz toplayaq, olacaq belə L, burada da LK. Bəs bunlar nə olacaq? Burada toplasanız 2 dənə K, bir dənə M. 2 dənə K, bir dənə M. İndi soldan sağdan K-ları açsaq, 3 dənə L nəyə bərabərdir? 3 L olacaq K, M. Bu da hansı yekun cavablar olacaq? Y variantı. 14 ilə bağlı və sualı problemi olan.
14 hamı aydındır. Müəllim, axşamınız xeyir. Hər vaxtım xeyir. Müəllim, orada tərəzinin yəni iki ucundakiləri xəttədizdə siz ona baxa bilmədim mən. Yox, necə iki ucunda? Başa düşmürəm. Solla sağını. Yox, sol və sağda eyniləri atdım. Hə, Eyni atdınız. olanları. Ha, başa düşdüm, başa düşdüm. Çox sağ olun. Sən də sağ ol. Başqa sual olan? Yoxsa birini də siz yazın, görək bayaqdan nəyə qulaq asırsınız. 22-ni yazın, amma səs açıq deməyin, çünki qarışır. Kim cavabı tapsa çata yazar baxarıq. Tapmayanlar da ki, cavabı çatdan oxumasın, özü baxsın. 22-ni yazırıq. Hə, düzdür bu arada. Kim tapıb yazıbsa, hamı da düzdür. Düzdür, uşaqlar, B variantı olmalıdır. Gəlin baxaq. Solda, sağda eyniləri ataq da. Baxın, elin biri ilə elin ikisi, elin biri, elin ikisi getdi. M-in də biri getdi. Yəni qaldı burada K, K bərabərdir təkcə M-ə. Sonra burada elin biri, elin ikisi, elin biri, elin ikisini apardı. K, M-də K, M-i apardı. M-in hətta biri də var. Başdan başlaya bilərik diqqətimi yayındı. Necə? Başdan başlaya bilərik, mən biraz diqqətimi yayındı, çox üzr istəyirəm. Hə. Bax, solda da, sağda da eyniləri atırsan da. Bax, 2 dənə el var idi. Bu 2 dənə ellə, bu 2 dənə el atdım, getdi. Sonra M-lə M-i atdıq, getdi. İkinci sətirdə də eyni şey. Bu 2 dənə ellə, bu 2 dənə el getdi. K-la yenə də K getdi. 2 dənə M-lə 2 dənə M getdi. Qalanlar yazsan, solda bir dənə el qalıb. Sağda isə nə qalıb? Sağda da baxın, bu 2 dənə M qalıb yazsın. Başqa bir şey qalmadı. Hə, bunlar M-lər. Yəni, solda və sağda eyniləri atırsınız. Sonra bizdən nəyə soruşur? 3 dənə M. Tərəf-tərəfə toplaya da bilərsiniz, əvəz eləyə də bilərsiniz. Yəni, hansısa necə rahatsa o formunu yaza bilərik. M-lərdən başqa burada qalan bir şey yox idi. Hə, uşaqlar, burada el də qalıb. Bunu heç yazmamışam. Burada el də qalıb. Burada el də var imiş. Hə, indi bunu yazanda tərəf-tərəfə toplaya da bilərsiniz, əvəz eləyə də bilərsiniz. Gəlin ikisini də göstəreyim. Əgər əvəz eləyəsi olsaq, nə edirsiniz? Birinci, əvəz etməklə. El nəyə bərabərdir? 2 dənə M. Aparırsınız burada elin yerinə 2 dənə M yazırsınız. Onda nə olacaq? K, K bərabərdir. M-in yerinə 2 dənə M yazsaq, olacaq elə 3 dənə M. Bunu elin yerinə yazmışıq, bu ikisini. Bizdən elə bunu soruşur. 3 dənə M nəyə bərabərdir? 2 dənə K-ya. Bu oldu əvəz etməklə. Və ya tərəf-tərəfə toplasaq, solları 1, sağları 1. Sonra solları toplasaq olacaq K, K, L. Sağları toplasaq M, L, M, M. Olacaq belə M, L, M, M. İndi soldan, sağdan L-lər gedəcək. Yenə qalacaq 2 dənə K bərabərdir 3 dənə M-ya. Bizdən də bunu soruşur. 3 dənə M nəyə bərabərdir? Olacaq 2K. 22 ilə bağlı indi sualı olan. Var uşaqlar sualı sıxıntısı olan, başa düşməyə? Yoxdursa çünki keçək. Yoxdur deyəsən, o zaman davam edirik. Bir də burada 8-ə baxın. 8-i də yazın, ondan sonra keçək bu tipləri artıq. 8-ə sizcə nə baş verir və cavabımız nə olacaq? Düzdür. Kim tapıb? Kərəm deyəsən. Hə, Kərəm tapıb. Düzdür, uşaqlar, C variantı olacaq. Gəlin baxaq. Deməli, sol tərəfdə və sağ tərəfdə eyniləri atırdıq və gəlin burada eyniyə baxaq. Eyni bir dənə L var. Bu L getdi. Bu L-nı atandan sonra burada nə qaldı? 2 dənə K, 2 dənə L.
Nəyə bərabərdir? 2 dənə m-ya. O zaman sol tərəfdə və sağ tərəfdə eyniləri bölürük də. Bölsəz. Sonra hamısını 2-yə bölürəm bunların. 2k-nı 2-yə böldüm, oldu k. 2-yə də 2-yə böldüm, oldu l. Bərabərdir nəyə? Demə. Yəni tapdıq ki, n bərabərdir k-l. Baxın görüm cavablarda var bu? Yoxdur. Sonra bu olmaması səhv tapmanız anlamına gəlmir. Sadəcə cavabı başqa formada ifadə edib. Məsələn, tutaq ki, cavab 10 kilo olmalıdır. 10 kilonu siz neçə fərqli yolla yaza bilərsiniz. Yəni sizin tapdığınız yoxdur deyə o səhv olması anlamına gəlmir. Başqa formada tapmaq lazımdır. Yaxşı, KL yoxdursa başqa onda nə edə bilərik? Əvəz edə bilərsiniz. Bu m-in əvəzinə aparaq qoyaq KL-i. 3 dənə deyil, buradan çıxdı. L. Onda bu sağ tərəfdə nəyə bərabərdir? 3 dənə k-ya. İndi soldan sağdan eyniləri atsaq, baxın bu k-nın biri ilə k-nın biri getsə, nə tapacağıq burada? 4 dənə l, baxın 4 dənə l qaldı burada, 2 dənə k-dır. Burada yazaq, 4 dənə l bərabərdir 2 dənə k-ya. Bunun da hər tərəfini 2-yə bölsək, olacaq belə, 2 dənə l bərabərdir k-ya. Yəni k 2ldir. Əgər k 2ldirsə, bunun yerinə burada 2 dənə l yazdıq. Bir dənə deyil, burada özü var idi. Cavabımız onda nəyə bərabərdir? 3 dənə ilə. Bu da oldu hansı? C variantı. 8 biraz daha qarşıdır və daha çətin gedir. Və 8 ilə bağlı sual olan aydınçı hamıya bu tipdən yazacağım axırıncıdır bu. Aydın deyəsən, sual gəlmədi. Yaxşı, uşaqlar, biraz fərqli suallara baxaq. Bu 8-də artıq bir də tərəf tərəfə toplayırıq, nə bilim, çarpaz toplayırıq və s. 19-da nə eləmək lazımdır bəs siz? 19 necə tapardınız? Bizdən 3 dənə dairəni soruşur. 19 ilə bağlı fikri olan. Çarpaz toplayalım. Çarpaz toplamaq. Uşaqlar, çarpaz toplasınız birbaşa çıxacaq. Niyə? Çünki baxın, dairənin ikisi buradadır, biri də buradadır. Çarpaz toplasınız 3 dənə olacaq da. Məndən 3 dənə dairəni soruşur. Yəni bunu bundan toplayırsınız, buranı da burayla. Bu formada toplasaq, olacaq belə. 3 dənə dairə, gəlin toplayaq da, burada yazıram. 3 dənə dairə. Sonra üçbucaq da 3 dənə də burada. 3 dənə üçbucaq. Bunu da rəngliyim, qarışdırmayasınız. Sonra 3 dənə də ulduz var. 3 dənə də ulduz. Bərabərdir niyə? 4 dənə ulduz burada, 4 dənə ulduz, 4 dənə də üçbucaq. Soldan sağdan eyniləri atırdıq da, atsaq. Burada baxın, bu 4 dənə ulduzdan 3 dənə ulduz gedir. 4-dən 3 çıxdı, qaldı bir dənəsi. Sonra 4-dən 3 bucaqdan 3 dənə 3 bucaq gedir. Burada nə qalır? Bir dənə 3 bucaq. Yəni bizim o 3 dənə dairə nəyə bərabər olur? 3 dənə dairə bərabərdir. Ulduz 3 bucaq. Ulduz 3 bucaq. Bu da hansı variantdır? C variantı. 19 ilə bağlı və sualı sıxıntısı olan. Hamıya aydındır bu da. Yaxşı, qeyd elədirsə, sualımız yoxdursa davam eləyək çünki. Yazmışıq deyəsən, 20-yə baxırıq. 20 burada ən maraqlı suallardan biridir. Sizcə necə olacaq bunun həlli? Burada hər iki tərəfdə eyni olanları ixtisar edib, sonra birincidə 2 ulduz, bir daha bərabərdir. Yox, alınmayacaq. Alınmayacaq. B variantı deyil cavab. Əvəz eləmirik. Yenə çarpaz toplasaq solda 2 üçbucaq bir dairə alınmayacaq. 2 ulduz Oradan alınmayacaq. bir şey çıxmayacaq. Mənim ixtisar edib yerinə qoysaq olur. O da heç. Ümumi toplasaq Bayaq- yuxarıdakı eyniləri Bayaq- ixtisar eləyib. Alınmayacaq. Doğru. Alınmayacaq. Əvəz. Bayaqdan dediyimiz qulaq asın. Bayaqdan dediyimiz heç birindən bunu tapa bilərsiniz. Sadəcə azı bir 10 dəqiqənizi alacaq. Elə ancaq çevirəcəksiniz. Çevir bir şey çıxmayacaq. Bunun gəlin çox rahat qaydasını deyim. Nə dərsində çox rahat qaydası. Uşaqlar verilmiş bütün tərəzilərdə, amma hamısında soldakı fiqurların sayı ilə sağdakı fiqurların sayı bir-birinə bərabərdirsə, soruşulanlar bərabər olmalıdır. Neçə dənə var burada? 4 dənə solda, düzdür? Sağda bəs 4 dənə. Burada bəs 5 dənə. Sağda 5 dənə. O zaman bizdən burada soruşulanda 3 dənədirsə, sağ tərəfdə də 3 dənə olmalıdır. Fərqi yoxdur hansı üçü. Eyni üçü, fərqli üçü, ikisi eyni, biri fərqli olmur. Orada çox da əhəmiyyəti yoxdur. Sadəcə 3 dənə olsun. Və bu 3 dənə variantda bir dənəsində olacaq. Niyə bəs bu belədir? Uşaqlar, bunu belə yaza bilmək üçün
Gərək orada olan ağırlığı bir-birinə bərabər olsun. Yəni ulduzun ağırlığı bərabər olsun dairənin ağırlığına. Bu da bərabər olsun üçbucağa. Onsuz da həllə siz bunu tapacaqsınız. Bunların üçünün də ağırlığı bir-birinə bərabərdir. Amma onu xeyli yol keçib tapacaqsınız. Xeyli uzanacaq. Həmişə belə suallardır. Amma bütün tərəzilərdə hər birində soldakılarla sağdakıların sayı bərabər olsa, soruşan da bərabər olmalıdır. Amma yenə deyirəm, nəzərə alın ki, hamısı eyni olsun. Məsələn, bura baxsaz, burada da baxıb deyin ki, hə 4 4-dür. Cavab da 3 3 olacaq. Axı bu eyni deyil. Bura 5 dənədir, bura 3 dənədir, daha doğrusu 4 dənədir. Bu eyni deyil. Hamısı eyni olsa o keçərlidir. Biri eynidirsə, biri deyilsə yox. İndi 20 ilə bağlı sualı olan. Müəllim eyni olanda həmişə ödəyir, yəni elə Hə, bir ödəyir. istisna ola bilər. Ən azından mənim bu günə kimi gördüklərimin hamısında ödəyib. 20 ilə bağlı sual olan. Təbii ki, sualı elə yazmaq olar ki, ödənməsin. Amma o da sırf tələbələrə çaşdırmaq olar da. 20 ilə bağlı sualı olan, sıxıntısı olan. Müəllim, bəs variantlarda 2 dənə 3 ilə bağlı. Yox, ola bilməz də axı. Çünki bunların ağırlığı bir-birinə bərabərsə, tutaq ki, deyirəm, tutaq ki, hərəsi 2 kilodur. 2 kilodursa, 6 kilodda cavabımız düzdür. 2 ilə 6 verə bilməz cavabı. Onda sual səhv olacaq. 2 nə düz çıxacaq. Başa düşdüm. Aydın oldu. Sadəcə buradan 3 olmalıdır. Məsələn, 28-in də cavab hansıdır? D variantı. Baxırıq ki, 4-ün 4-dədir. 4-ün 4-ə. Burada 4-ün 4-ə. Onda cavabda da 3-ün 3-ə olmalıdır. 3-ün 3-sə o da D variantıdır. Bu arada bu həmişə simvollara aid deyil, hərflərə də aid ola bilər. İndi bu sual qarşıma 2 dənə simvol çıxdı, 2 dənə simvol göstərdim. Orada hərf də ola bilərdi, onun fərqi yoxdur. Sadəcə sayları eyni getsin. 28 ilə bağlı indi sualı sıxıntısı olan yoxdur deyəsən. Uşaqlar, bayaqdan biz ancaq ikili tərəzi yazırıq. Ola bilər ki, orada elə 34 kimi 3 dənəsini versin, 4-cünü soruşsun. Burada bir şey dəyişmir. Siz yenə tərəf-tərəfə toplaya, çarpaz toplaya və əvəz eləyə bilərsiniz. Amma bunlarda yaxşı olar ki, tərəzinin sayı çoxdursa, toplamaqdan biraz qaçasınız. Çünki toplayanda orada hərf çoxdur, nəysə qarışdıra bilərsiniz. Yaxşı olar ki, orada əvəz eləyəsiniz, ondan sonra nəsə eləmək olar. Mən baxıram ki, burada nəyi əvəz eləyə bilərəm? Əvəz etməsi olan ancaq M-in A olmasıdır. Başqa heç nəyə əvəz eləyə bilmərsiniz, çünki əvəz etmə yoxdur. Bu M-in yerinə gələk burada 2 dənə A-nı yazaq. A. Burada bir dənə B vardır, B-ni də qeyd elədik burada. Deməli, mənə cavab əslində bərabərdir A, B-yə. Belə bir cavab var. Təbii ki, yoxdur, çünki o bir tərəzə istifadə olmuyor. Bu qədər asan olmaz. Bu MB bərabərdir 2A, 1B. Burasını bildik, bu okey. Davam edirik bəs, sonra neyi tapa bilərik? Bunu biləndən sonra uşaqlar, baxıram o birlərə. Görəsən, bunlara nə edə bilərəm? Buradakılardan söhbət gedir. Bunlardan nəyi və necə tapa bilərik? Bunlara da baxıram, bunlarda heç bir əvəz etmə yoxdur. Heç bir əvəz etmə yoxdursa, birinci çalışan tərəf-tərəfə toplayasınız. Olmazsa çarpaza keçərsiniz. Bunlar ikisini tərəf-tərəfə toplasam. Onda nə olacaq burada? A, B, B, bərabər, burada A il də var. A, L. Bərabərdir nəyə? K, L, K, B-yə. Bu qalsın burada. İndi şolar, soldan, sağdan elləri atırıq da. O zaman mən burada L-lə B-nin birin, B-lə L-in birini atdım. Nə qalacaq sol tərəfdə? Sol tərəfdə qalacaq belə. 2 dənə A, 2 dənə B, 2A, 2B bərabərdir 2 dənə K-ya. Bəs sonra nə edə bilərsiniz? Sonra şolar, bunun hər tərəfini 2-yə bölə bilərsiniz. Onun sayəsində 2 dənə deyil. Hamısını 2-yə bölə görə nə qalacaq orada? Bunları 2-yə bölsəz, 2 dənə A-nı 2-yə bölsəz A qalacaq, 2 dənə B-ni 2-yə bölsəz B qalacaq. 2 K-nı da 2-yə böldüm, oldu K. Deməli, tapdıq ki, AB nəyə bərabər imiş? K-ya. Onda gətirirəm burada, AB-nin əvəzinə K yazıram. Onda ilkin cavabımız nə olacaq? A, K. AK da bizdə olur hansı? D variantı. İndi 34 ilə bağlı sualı olan. Müəllim, orada birincidə A, B, 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 K, L var. Aha. Orada K-nın AB olduğunu görmürük onsuz da. Yox, necə görürsən ki onu? AB K, L-dir, AB K-dır, BB də L-dir. Yox, AB K olduğunu necə gördün ki orada? Aşağıdakı ilə də yerinə qoyanda düz gəlir də. Yox, yerinə görə düz gələn elə şey olmur axı. O gələk onu sən biləsən. Yox, heç vaxt eləyə bilmərsən onu. Bu biri o ikisinə bərabərdir, o ikisi o ikisinə bərabərdir. Bəlkə elə bunların 3 yarımı bir dənə K-yə bərabərdir. L B-nin yarısıdır. Heç vaxt onu deyə bilmərsiniz. Başa düşdüm mən.
Başqa uşaqlar sualı olan 34-dən bağlı. Yoxdur. O zaman davam edirik. Birini də mən yazım, sonra birini siz baxarsınız. Baxaq 48-ə. Elə burada da əvəz davam edə bilərik. Hamısını əvəz edib. Ən sadəsi D ilə başlamaqda, amma S ilə başlayanda da alınır. Gətirib bura S-nin qiymətini yazsınız, o da alınır. Sadəcə biraz uzanır. Yəni D-ni yazaq yerinə. D nədir burada? D AC-dir. Sonra burada D-nin yerinə bu qiymətin AC-ni yazıram. Bir dənə də A soldan var. A-ya da buraya yazıb A. Bura nədir bəs? B, C. İndi soldan, sağdan eyniləri atırdıq da. Mən burada C-ləri attım. Bu C ilə, bu C getdi. Onda B nəyə bərabərdir? B olacaq 2 dənə A. Bunu tapdıq. Yaxşı, B 2A-dırsa bunu nəzərə alaq da. Burada B-nin yerinə 2 dənə A yazım. A-nın biri də onsuz orada var idi. Buradan gəlmişdi. Oldu 3 dənə A. Onda 3 dənə A nəyə bərabərdir? C-yə. Yaxşı, C 3A-dırsa bizdən 4 A-nı soruşur. Onu hələ tapa bilməmişəm mən. 4 dənə A lazımdır. Aparıb amma yerinə yaza bilərəm. C-miz neçədən A-dır? C-miz 3A-dır. C-nin yerinə 3 dənə A-sını yazsaq, bir dənə daha buradan çıxacaq. Neçə dənə olacaq? 4 dənə. Deməli, D nəyə bərabərdir? D 4 dənə A-ya bərabərdir. Bizdən 4 dənə A-nı soruşduğuna görə cavabımız nə olacaq? Elə D-nin özü. İndi bəs 48 ilə bağlı sualı olan. Burada 2B Burada olur. 1B 2A'dırsa 4 dənə A 2B olmalı değildi. Amma 2B cavabda yoxdur da uşaqlar. Olsa hə düzləyirsiniz. Ola bilərdi. Cavabda yoxdur axı. Bir də kimsə nəsə deyirdi. Elə mən də onu deyirdim mən. Eyni sual verir. Uşaqlar cavabı ona götürməliyik. Cavabı yoxsa o heç. 48-dən başqa sualı olan. Yaxşı, o zaman görün birinin hansını tapırıq siz yazırsınız. Bu heç, bu çox asandır. 35-i həll eləyin. 35. Hə, düzdür uşaqlar, A variantıdır. Bir də hamı yazsın axı qədər, ondan sonra izah edək. Gəlin baxaq, görək nə alınır orada. Çox fərqli formalar yaza bilərsiniz. Hamısını tərəf-tərəfə toplayanda da hətta alınır. Üçünə tərəf-tərəfə toplatsa cavab çıxır. Sadəcə orada hərf çoxdur, o qədər şey yazmayaq. Neyniyək? Bura fikir versəz, buranı sildik, buranı da sildik. Baxıram mən bura. Bu da N-dir. Bu da N-dir. Eyni şeydir də bunlar. Bunlar eyni şeydirsə, aparıb qoyuruq yerinə. Məsələn, mən burada M-ni silim, gətirim LKK-nı yazaq yerinə. LKK. Sağ tərəfində bəs NKK. İndi solda sağda eynilər. K-ları açsaq. K-nın biri, ikisi, K-nın biri, ikisi ilə getdi. Nə oldu? 2 dənə N nəyə bərabərdir? Tək elə. Yəni aldıq belə. 2 dənə N bərabərdir L-ya. Yəni bunu yuxarıda nəzərə alaq. Bu 2 dənə N-nın əvəzinə burada L yazsaq. Nə olacaq onda? KLL bərabərdir ML. Onda soldan sağdan eynini açsaq, bu L ilə L açsaq, tapacaq ki, KL nəyə bərabərdir? KL bərabərdir mi? Bizdən soruşulan bu M idi də. Onda M nəyə bərabərdir? KL-ə. O da oldu A variantı. 35 ilə bağlı bəs sual olan. Var uşaqlar nəsə sualı sıxıntısı olan? Yoxdur deyəsən. Onda baxırıq burada 27-yə. 27-də biraz fərqli bir şey fikirləşməlisiniz. Bayaqçı qaydalarını bunu tapmaq o qədər rahat olmur. Sizcə necə olar bunun həlli? Müəllim, birincini biz
2-2-yə vuraq ki, 2-3 bucaq olsun, sonra əvəz eləyək. Hə, hardan gəldi o ağlına bu arada? Mən durduq yerə təbii gəldi. İnşallah. Düz deyil. Bu kitabda cəmsi bir dənə belə sual var. Ona görə biraz qəribə danışdım ki, görəsən hardan bildi. Belə deyək də, əgər siz ora baxırsınızsa, bir şey çıxmayacaqsa, hardan bir şey çıxmayacağını hardan bilirik? Çünki bura fikir versəz, bizə nəyi soruşur? 5 dənə kvadratı. Amma bizdə isə bir dənə kvadrat burada var, 3 dənə kvadrat burada var. Yəni 4 dənədir. İstəyir çarpaz toplayın, istəyir düzünə toplayın, istəyir əvəz edin. Başına nə oynasırsa açsın, orada uzaq olacaq bizə 4 dənə kvadrat. 5 dənə olmayacaq. Ona görə də bayaqdan dediyimiz ənənəvi üsullar burada keçmir. Nəsə fərqli bir şey fikirləşməliyik, daha fərqli. 6 dənə kvadratsa, məndə də 4 dənə əlimdə, onda mən bunu artırmalıyam. İstənilən tərəzinin fərqi yoxdur, yuxarıdakı da aşağıdakının. Hər iki tərəfin olmaq şərti ilə hər ikisini nəyəsə vura bilərsiniz və ya nəsə əlavə eləyə bilərsiniz. Məsələn, tutaq ki, bura 10 kilo, 10 kilodur. 10, 10. Hər ikisinin 2-yə vurası olacaq 20 kilo, 20 kilo. Bir şey dəyişməyəcək ki, tarazıda qalacaq. O çox da sıxıntı deyil. Ona görə də biz bu tərəzilərin hər hansısa birincini və ya ikincini vuranda biraz uzun gedir, birinci ilə daha rahat çıxır. Hər iki tərəfi niyəsə vura bilərsiniz. Vuraq 2-yə getsin də. Mən buranı sileyim. Çünki 2-yə vursaz, orada olacaq 6 ilə sonra tapa biləcəyik. Birinci tərəzin hər iki tərəfini vururuq 2-yə. Birincini vurduq 2-yə. 2-yə vurduqsa fiqurların sayı 2 dəfə artacaq da. 3 bucaq olacaq 2 dənə. Dairə də 2 dənə. Burada da 3 dənə kvadrat var idi. 2-yə vurduq oldu 6 dənə. Birini sağ yazaq. Bura yerləşmədi. İndi məndən 5 dənə kvadratı soruşursa, bəs indi sizcə bunu necə həll etmək lazımdır? Necə həll edərsiniz bunu? Əvəz eləyib. Əvəz eləməklə ola bilərsiniz, tərəf-tərəfə toplaya bilərsiniz. İndi kimə necə rahatdır da? Gəlin tərəf-tərəfə toplayaq getsin. Sol tərəfləri bir, sağları da bir toplayaq. Solları bir, sağları bir toplasaq, sonra sol tərəfdə baxın 2 dənə üçbucaqdır. Əvəz etmə daha tez bitmir mən. Hə, daha tez bitir. 3 dənə dairə sadəcə onu gec görəcəyik, ona görə ümumi qaydasını deyirəm. Görənlər şöyle əvəz etmə yaza bilər. 3 dənə dairə var, bir dənə də kvadrat. Sağ tərəfdə isə 6 dənə kvadratdır, 2 dənə üçbucaq. İndi soldan sağdan üçbucağın biri, ikisi, üçbucağın ikisi ilə getdi. Kvadratın da biri bundan getdi. Nə qalacaq orada? 3 dənə dairə bərabərdir. 6-dan birini çıxsaq 5 dənə kvadrat. İndi baxırsınız bu hardadır da? Məndən nəyə soruşurdu? 5 dənə kvadratdır. O da hansıdır? 3 dənə dairə. C variantı. 27 biraz fərqli sualdır və bundan kitabda bir dənə cəmsi. Onu da indi biz yazdıq. 27 ilə bağlı indi kimin nə sualı var? Hamı aydındır bu. Yaxşı, qeyd elədinizsə, mən birini də deyim, ona da baxın, ondan sonra keçək artıq digər tiplərə. Var 27-dən sualı sıxıntısı olan? Yoxdur. 30'u da həll edirsiniz. Bu adi qaydadır. Sadəcə bu tipdə də birini yazın, ondan sonra keçək. Sual 30. Yəni nəsə var bir şey fikirləşməyin, adi bayaqçı qaydalarını həll etmək olur. Sual səhv deyil, bilirsən sən səhv. Düzdür sual. Orada tapıb uşaqlar. Düzdür. Kim tapıb orada? Cavadı gördük. Sonra çox tez axdı, onu görmədim. Əsbət tapıb, cavad tapıb, Dilarə tapıb. Cavab uşaqlar düzdür. Y variantıdır. Niyə Y-dir bəs? Burada da yenə tərəf-tərəfə toplama, nə bilim, çarpaz toplama falan bunlar keçir. Gəlin yenə qısasını deyim. Əvəz etməklə çünki daha qısadır. Nəyi əvəz eləyə bilərsiniz? Burada 2 dənə emin qiymətini verirsək, nəyə bərabərdir? KLL. Bu 2 dənə emin əvəzinə gətirib yazaq yerinə. Yazırıq olur belə. KLL. Bir dənə deyil bu yazığın özündə var. Bir dənə deyil burada. Sağ tərəfdə nədir bəs? Bərabərdir 3 dənə K-ya. K. İndi soldan sağdan bunları açsaq, baxıram ki, məndə K-nın biri ilə K-nın biri getdi də. Nə qalacaq burada? 3L bərabərdir 2K. 3 dənə L bərabərdir 2 dənə K-ya.
Həfsə bunu tapandan sonra gerisi rahatdır. Necə rahatdır? Burada 2 dənə kanı çıxardaram. Yerinə 3 dənə L yazaram. 3 dənə il buradan, ikisi də buradan. Toplam olacaq 5 dənə il. Bu da bizdə Y variantıdır. 30 ilə bağlı bəs sualı olan. Yoxdursa uşaqlar, 1-dən 48-ə olan hissəsi bu qədər. Yəni tərəf-tərəfə toplayırsınız, çarpaz toplayırsınız, əvəz edirsiniz. Bəzi çox nadir suallarda fərqli qaydalar var, bunları da dedim. Yəni bunlarda məncə sıxıntınız artıq olmamalıdır. Yenə də kiməsə nəsə sual varsa desin, sonra keçək. Yoxdur deyəsən, gəldi o zaman 49-59 arasına. Bunlar isə uşaqlar ən rahatıdır. 49-da başlayıb 58-ə bitirmiş bu arada. 59-a kimi yox. İlginc. Burada fizik oxuyanlar, 1-ci, 4-cü qruplar. Nə ilə bunun qaydası? 2-ci, 3-cü qruplar başa düşdük. Yadlarından çıxıb. Tərəzi Məsafəyə qaydası. vururduq da mən harda nə qədər aralı. Necə həll edirdik? Məsələn 3x üstə gəl Hələ nə qədər uzanırdı? Dörd 6-dır neçə doğru. Düzdür. Momentlər qaydasıdır bu. Sonra bu tərəzinin, daha doğrusu bu linkin tarazlıqda qalması üçün soldan təsir edən qüvvə ilə sağdan təsir edən ağırlıq qüvvəsi bir-birinə bərabər olmalıdır. Ağırlıq qüvvəsi falan idi, qorxmayın, həqiqətən çox asandır. Bəs niyə bərabərdir bu qüvvələr? Sonra həmin qüvvələrdə tarazlıq nöqtəsindən olan məsafə ilə, yəni fiqurun, nədirsə o, asılan fiqurun tarazlıq nöqtəsindən olan məsafə ilə kütləsinin hasilinə bərabərdir. Yəni, məsələn, sol tərəfdəkiləri hesablasaq, birinci gəlin məsafələri hesablayaq. Məsafə hesablayanda da xəttləri saymıyor. 1 xətt, 2 xətt, 3 xətt, 4 xətt belə yox. Parçaları hesablayırıq. Neçə parçadır? Baxırıq buradakı 1, 2, 3, 4, 5, 6. X-a baxsaz, X-in tarazlıq vəziyyətinə məsafəsi 3-dür. Onda 3 vurdur X-a. 3 vur X. Üstə gəlsiniz. 4-ə baxsan, tarazlıq vəziyyətinə olan məsafəsi 6-dır. Olacaq 4 vurulsun 6. Yəni, sol tərəfdəkilərin cəmi bərabər olmalıdır sağdakılara. 1, 2, 3, 4, 5, 6. İndi hesablasaq. 4-ün, daha doğrusu 3-ün tarazlıqdan olan məsafəsi 3-dür. 4-ü vurdunuz 3-ə. 5-inki isə 6-dır. 6-yı da vurdunuz 5-ə. Gerisi adi tənlik. Olacaq belə 3x üstə 24 bərabərdir 42. Sonra buradan 3x bərabərdir 18. X-ə nəyə bərabərdir? X olacaq 6. Bizdən də bunu soruşurdu ki, X-in ağırlığı neçə olsun ki, bu tarazlıqda qalsın. X-in ağırlığı ancaq orada 6 ola bilər. İndi 49 ilə bağlı sualı olan. Mən 4-ün niyə 6-ya vurdu? Çünki 4-ün tarazlıqdan olan məsafəsi 6-dır. Başqa uşaqlar sualı olan? Yoxdur deyəsən. Gəlin bir dənə fərqlisini yazaq. Burada yerdə qalanların nəticəsini 57-dir. Yaxşı, 57-də ikisini birdən açıq. Onda nə olacaq? Belə olanda necə həll eləməliyik? Toplayıb bir vururduq. Tutaq ki, əlində bir dənə 2 kilo, bir dənə 3 kilo var da, toplayırsan da olar. 5 kilo olur əlində. İndi burada ikisini birdən asıbsa toplayıb vurmaq lazımdır. 1, 2, 3, 4, 5, 6. Buradan da sonra 1, 2, 3, 4, 5, 6, 7, 8. İndi həll eləsək, nə baş verəcək burada? 6-nı vurmalıyıq niyə? 2 üstə x-ə. Bərabər olmalıdır. 4-ü vurmalıyıq 5-ə. 4 vurulsun 5. Üstə gəlsin. 8-i də vururuq 20-yə. Bəs həll eləyəndə olur belə. 12 üstə gəlsin 6x bərabərdir. 20 üstə 8y. 12-ni keçirin bu tərəfə. Mənfi ilə keçsin. Ardından da buradan yazaq. 6x bərabərdir. 20-dən 12 çıxdıq. 8. Orada bu y-dir. Üstə 8y. Bunu da 2-yə böldüm. 3x bərabərdir. 4 üstə 4y. Bura kimi gəlib çıxdıqsa 4y. Y yox. Buradan sonrası rahatdır. Necə olar? Qiymət vermək lazımdır. Sadəcə bütün variantları yoxlamırız təbii ki də. Birinci burada nəzər yetirsək, x y-dən daha böyükdür. Çünki uşaqlar x-i 3-ə vurmuşsunuz, y-i 4-ə. Hələ getməyibsən 4 də gəlmişsən. Deməli, x y-dən daha böyükdür də. X y-dən daha böyükdürsə, onda C variantı getdi. Bax, y daha böyükdür. B-də bərabərdirlər. D-də y daha böyükdür. Bu da getdi. Yerdə qaldı A ilə Y. A ilə Y-ni artıq məcbur yoxlamalıyıq. Yəni A-nı yoxlayaq. A-nı yoxlasaq, x-imiz 8-də axı. Olacaq belə, 3 vurulsun 8 bərabərdir. 4 üstə 4 vur 5. 20, 24, bu da 24. Həmsi, cavabımız A-dır. Əgər A olması da olacaqdı Y. 57 ilə bağlı bəs sual olan.
Hər şey aydındır burada da. Sonra aydındırsa bu tarazlıqla linklə bağlı da bu qədər. Onsuz da asandır və bir şey deyim, bu linklər 49-59 arası, 58 arası çox asandır deyə çoxdan da qəbula düşmür. Əsas düşən o birlərdir. Amma sadəcə keçirik ki, birdən düşər, çünki əvvəllər düşüb. Əgər sual yoxsa keçək. Yoxdur deyəsən. 59-70 arası qalır. Bunlara gələn dərs baxacağıq. İndi nəyə baxırıq bəs? İndi isə şualar 71-dən 78-ə kimi olan hissəyə baxırıq. Evdə var, yadımdan çıxmamışdım. Evdə yazırsınız 1-dən 58-ə kimi özləri də daxildir və 71-dən 78-ə kimi. Ortadakı salxım tərəzilər qalır. Onları yazmırıq. Onları inşallah gələn dəfə keçəcəyik. Sadəcə bu aralığı yazırsınız. Ortadakı bu salxım tərəzilər 51-dən başlayıb 70-də bitənlər, onları inşallah gələn səfər keçəcəm, ondan sonra baxacağıq. Yaxşı, gəldik bəs bu axırdakılar 71-dən sonrasına. Əvvəlcə birinin şərtini özünüz bir də oxuyun tez, ondan sonra bir yerdə müzakirə edək. İlə 71-ə baxın, 71-in şərtini oxuyun, ondan sonra izah edeyim mən. Bunların bu arada düşmə ehtimalı çox daha yüksəkdir, 71-78 arası. Hətta demək var ki, qaranti düşəcək kimi bir şeydir və düşəndə açıq tipliyə düşür ya da uyğunluğa falan düşür. Hətta situasiya məsələsi də ola bilər. Məsələn, 2022-də, 24-də filan situasiya məsələsi, yəni 3 bloklardan biri bu tərəzi olur. Burada məmunda top 1 olur, alı tutacaq 5 olur da. Çünki Ona gələcəm, sadəcə bir şərt oxuyun, başa düşün, izah edəcəm indi. Birincisi mən yazım, sonra birini yazarsınız. Oxuduq şərtin. Yaxşı. Onda baxaq. Uşaqlar, burada hər bir fiqur fərqli bir rəqəm olmalıdır. Həmişə burada şərtdə nəyə diqqət edin? Neçədən neçəyə qədərdir? Məsələn, burada baxın 1-dən 9-a qədərdir. 72-də 1-dən 8-ə qədərdir. Yoxsa 73-də. 72-yə baxsaz 1-dən 7-yə qədərdir. Bu hər sualda fərqli olur. Ona görə buna hər sualda özünüz fikir verin ki, neçədən neçəyə kimidir və mən bunu necə tapa biləcəm. Yaxşı, bildikdə 1-dən 9-a qədərdir. Və hər bir fiqur fərqli bir rəqəm olmalı. Təbii ki, eyni fiqurlar eyni rəqəm olmaq şərti ilə. Ağ-qara fərqlidirsə, ikisi fərqli rəqəmdir. Məsələn, bu 3-dürsə, artıq 3 ola bilməz. Bunlar da ayrı fiqurlardır. Şərtdə başa düşdüyümüzə görə gələk həllinə. Şərtdə olan rəqəmlərə fikir verdikdən sonra tərəzilərdə nəyə fikir verin? Bunlar hamısı tarazlıqda yoxsa tarazlıqdan çıxan var. Məsələn, bura baxsaz, bu sualda 4-də tarazlıq vəziyyətindədir. Hər biri, bu da, hər biri. Düz dayanıb, aşmayıb. Bunlar tarazlıq vəziyyətindəsə, deməli, sol tərəf, sağ tərəfə bərabərdir. Amma bəzən tərəzi belə aşacaq. Sizcə bu niyə aşıb? Küləyə vurub, nə olub? Nə baş verib buna ilə aşıb bu? Ağırdır. Demək ki, dairə. Ağırdır. Dairədə. Dairə daha ağırdır. Tək dairə ondan daha ağır ki, həmin tərəfə doğru aşır. Həmişə uşaqlar ağır tərəfə aşır. Hansı ağırdır, həmin tərəfə doğru yönəlir. Yönəlim ora olur. İndi mən birini izah edeyim. 71-ə baxaq. 71. Sualları həll etmək istəyirsinizsə bunları neçədən neçəyə kimi olduğunu bir kənardan yazın. 1-dən 9-a qədərdir, düzdür? Uşaqlar, 1-dən 9-a qədərsə onu mütləq yazın. Bu asan sualdır. Burada bəlkə də lazım olmadı, amma o biri sualda mütləq lazım olacaq. Bilirik. 1, 2, 3. Harada boşca var da oradan yazın. Fərqi yoxdur, yazırsınız. 6, 7, 8, 9. Və tapdıqca da üstünə xəttin ki, artıq bunu tapmışam. Bu mənə lazım deyil. Birinci bayaq uşaqlar düz deyildi. Hardan başlayırsınız? Biri çoxundan haradasınızsa orada. Yəni, məsələn, bu sualda sırf buradan. Çünki 5 dənə dairə, bir dənə üçbucaqdır. Onda 100% həmin o ağ dairələrimiz 1-dir. Çünki 2 versəz 10 eləyəcək, 3 versəz 15 eləyəcək, çox olacaq. Onda ağ dairələr neçə oldu? Ağ dairələr oldu 1. Bura 1, 1, 1. Burada 1, burada 1. O zaman bizim üçbucaq neçə olacaq? 5. 1-dən başqa nə versəz 9-u aşacaqdır. 1 ilə 5 getdi. Bunlar artıq tapılır. Bir də uşaqlar bir şey deyim. Tərəzinin qolu 9-u keçə bilər. Məsələn, buranın qolu ondan yuxarı 18, 17, 16 ola bilər. Fiqurlar 9 aşa bilməz. Hətta məsələn burada çox şey var. Ola bilər ki, böyük rəqəm olsun, 30 neçə eləsin bu. Bu sıxıntı deyil. Əsas odur ki, fiqurlar 9-u keçməsin. Yəni tərəzinin qolu yox. Yaxşı, ağ dairə 1-dir. Ağ dairə 1-dirsə, sizcə ağ kvadrat neçə olacaq? Ağ kvadrat neçə olmalıdır? 2 ola bilər. 2 olmalıdır, hə. Uşaqlar, niyə 2 olmalıdır? Çünki 3 versəz 10 eləyəcək. Bura məcbur 2 olmalıdır. 2, 2, 2. Bu da olacaq 7. 2 ilə 7 də getdi. Qara kvadratdan da rahat çıxır.
Çünki qara kvadrat balaca bir rəqəm olmalıdır. 1 gedib, 2 gedib. 4 versiz 12 eləyəcək. Məcbur 3-dür. Qara kvadratlarda 3, 3, burada 3. Toplam neçə olacaq? 9. Deməli, biz burada 3-dən 9 tapdıq. 3-də getdi. 9 da getdi. Yerdə qalıb 4, 6, 8. Şuralar 4, 6, 8-dən fikir versiniz. 2 dənə eynisini sağ tərəfə qoymalısınız. 2 dənə fərqlisini sol tərəfə qoymalısınız. İndi eyniləri hara qoyacaq, fərqləri hara qoyacaq? Əsas məsələ odur. Mən bura o 4-ləri qoysam, çox yüngül olacaq. 4, 4 qoysam, təbii ki, 6, 8 olmayacaq. 14 ora, 8 bura. Bu aşacaq. Yox, 8-ləri qoysam, yenə eyni məsələ. Bu səfər də çox ağır olacaq. 8, 8 bura qoysanız, 6, 4 bura qoysanız, bu səfər də 16 ağır olacaq. Ona görə də 6-ları qoyuruq sağ tərəfə. Bura olur 6, 6. Burada 6, burada 6. 4 ilə 8 isə sol tərəfdə. Amma bilməyəcək ki, hansı 8-dir, hansı 4-dür. Çünki hər ikisi ola bilər. Onsuz da bu bizə lazım olmayacaq. Niyə? Çünki yerini yazıb nəzərə alsaq, burada nə baş verəcək? Mən də baxıram ki, burada ən yüngül budur. 1 kilodur. Sonra bunun 4 ya da 8 olduğunu mən bilmirəm. Ağ kvadrat oldu 2, qara kvadrat oldu 3. Nə deyir burada? Qiymətinin artması ardıcıllığı ilə düzün. Artması soruşursa bizdən ən yüngül hansıdır? Ağ dairə 1. Yəni uşaqlar biz bununla başlamalıyıq. Ən yüngül budur. 1 ilə. Oldu 1. Sonra burada 2 var. Hansı ki onun kodu 3'dür. Sonra da burada 3 var. Onun da kodu 4'dür. Bu ulduzun 4 ya da 8 olmasından asılı olmayaraq ən ağırı budur. Onda ulduzlar olacaq axırıncı. Burada bir 2. Cavabımız olmalıdır 1, 3, 4, 2 də olacaq C variantı. İndi 71 ilə bağlı sual ya da problemi olan. Hamiyə burada hər şey aydındır, yoxsa çətinlik varsa deyən o təkrar üstündən keçək. Burada onda elə bir şey ola bilməz ki də, məsələn, qara 6 olardı, biz sualda qalardıq ki, ulduz 4-dür, 8-dir. Yox, ola bilməz. Onda artıq biz tapa bilməriyik onu. Məsələn, cəmi soruşa bilərdi. Hə, ulduzların cəmini tapın. Onu tapa bilərdik. 4 üstə 8. Amma ayrı-ayrı ulduzlar tapmaq olmaz. Başqa uşaqlar sualı olan? Yoxdur deyəsən. Yaxşı, birini də yazaq. Baxırıq 78-ə. Yenə də neçə? 1-dən 9-a qədərdir. Yaxşı, mən bunu buraya yerləşdirim. 1-dən 9-a qədər bunları burada yazmalıyıq. Mən rəqəmləri qeyd edin, siz də baxın ki, neyi tapa bilərsiniz. 1-dən 9-a qədər. Onda yazdıq. 1, 2, burada 3, daha sonra 4, 5, 6, 7, 8, 9. Yaxşı, hardan başlayarıq və niyə? Əsas çünki başlanğıc nöqtəsidir. Başlanğıcını tapsaz, gerisi rahat gəlir. Hardan başlayardınız burada? Bərabərdən başlamalıydı. Yaxşı, bərabərə nə verəcəkdir? 3 bucaq Bir 8 də o olur. digər. Ulduz ən ağırı. Ulduz ən ağırdır, yox. Yox. Orada biz ulduzu Daha əldə doğrusu etməliyik ki, məsələn, Qara İçi bucağı ən dolu ağır. üç bucaq. Bir, hamı eyni anda deyir, heç nə eşitmirəm. 1-1. Məsələn, sırayla gələk də, Zavat de gəlsin. İçi dolu üç bucaq daha ağır olar, çünki sağdakı ulduzu əvəz eləyə bilərik də, soldakı tərəzdəki içindəkilərlə. Gülarə, sən nə deyirdin bəs? Mən də onu deyirdim, mənim qara bucaq ən ağırdır, oradan başlayarıq deyə. Kərəm, sən nə deyirdin bəs? Sən də səsin açıqdır. Məsələn, bir dənəsi orada ulduz 3 ədədin toplamından böyükdür. Burada 3 ədədin toplamından böyük ədəd sayəsində ondan başlamaq daha düz gəldi mənə. Hə, yaxşı, ondan başlasaq, o neçə olacaq? Bəli. Neçə olacaq o ağ ulduzun qiyməti? 3 ədəddən böyük olsa... Müəllim, orada əvəz etmə eləmək olar. Ya 7 olacaq, ya 6 olacaq. 6 ola bilməz İsmail. 100% 7-dir. Uşaqlar, o ağ ulduzdan başlayırıq, düz deyirsiniz, amma o 100% 7-dir. Niyə? Çünki baxsaz, 3 dənəsindən ağırdır bu. Sonra bu ağ ulduzla qara ulduzda bu ağ üçbucaqdan yüngüldür. Yəni, qara üçbucaq buradan daha ağırdır. Onda mən baxmalıyam ki, mən bu ağ ulduza elə qiymət verim ki, hər şey düz gəlsin. Birincisi, bunların üçündən ağırdırsa, bunlar 100% 1-2-3-dür. Çünki 1-2-3 yox, məsələn, 2-3-4 falan versə çox ağır olacaq. Bu heç 1-2-4 olar, nə bilim 1-2-5 olar. Amma onları da verəndə bu səfər ulduz çox olacaq. Bu ağ ulduz düzdür. Hardasa 7-8 falan bir şeylərdir. Niyə məhz 7-dir? Çünki 9 versəz, böyüklərə baxıram da, burada 1 verəcəm, ondan ağır heç nə yoxdur. Çünki bu tərəzdə bu ağırdır ki, bu aşır. 9 heç. 8 versəz, olacaq 9.
9-dan da ağır, burada gərək 10 olsun. 10 da ola bilməz. Bu da heç. 100% 7-dir. Bəs 6 olsa, bura 6, 1 bu düz gələr. 7-dən ağır çox şey var. Amma 6 yazsa, ən balaca 1, 2, 3 belə buna bərabər olur. Bu aşmır. Ona görə bunun bu formada aşması üçün 100% bizim ağıl ulduzumuz 7 olmalıdır. Hansı ki, bu ağıl ulduza 7 yazsaq, onda qara ulduza məcbur 1 olmalı ki, 8 olsun. 8-dən də ağır ancaq 9 var. Burada 9-dur. Və burada 7 olsa, qara ulduzu bilirik 1-dir. O birilər də 2-nin gəlir 3 olsun. Düzü bilməyəcəyik hansı 2-dir, hansı 3-dür. Amma 100% 2-nin 3 olmalıdır. Çünki 4 falan versəz 7 olacaq, bu da aşacaq. Düz qalacaq da, aşmayacaq. Mən onda burada tapılarımı çıxıram. 1 tapıldı. 2, 3 bilməsəm də hansı tapılıb. Sonra 7, 9 tapılıb. Yerdə qalıb 4, 5, 6, 8. Sizcə onda 5 bucaqlar neçədir, 3 bucaq neçədir? 5 bucaq 4-dür, 3 bucaq da 8. 8. Düzdür, bunları silirik. Burada yazırıq yerinə. 4, 4, 3 bucağa da 8. 4 ilə 8-i də atdıq, getdi. 4, 8. Bunlar da getdi. Yerdə nə qaldı? Yerdə fikir versəz 5 ilə 6 qalıb. Onlar da qaralar olmalıdır. Biri qara kvadrat, biri qara dairə. Çünki ağ kvadratın, ağ dairənin hansı neçə olduğunu bilməsəm də, bilirəm ki, biri 2-dir, biri 3-dür. Yəni, uzun sözün qısası, 5 və 6-dan birini aşağı qoyacaq, birini yuxarı qoyacaq. 2 və 3-dən birini aşağı qoyacaq, birini yuxarı qoyacaq. Siz onu necə yerləşdirmək lazımdır bunu? Qara 6 olmalıdır. Dairədə 5 olmalıdır. 506 Uşaqlar, olmalıdır. bunun bu tərəfdə belə aşması üçün ağırları bir tərəfə yığılması, yüngülləri bir tərəfə də. Yəni, necə olmalıdır? Baxırsınız bura ki, qara kvadratın ağ dairə daha ağır deyil. Onda mən necə yazacağam? 6 ilə 3-ü bura qoyaram, 5 ilə 2-ni yuxarı. Çünki bir ağır, biri yüngül götürsəz, nədir? 6, 5 və 3-2 qoyulacaq da. Hərəsindən bir ağır götürsəz, məsələn, 6 ilə 2-ni, 5 ilə 3-ü qoyursanız, bu tarazıda qalacaq, aşmayacaq. Ona görə də ağırları, yəni 6-nı bura qoyursunuz, ağlardan da ağır olan 3-ü bura qoyursunuz. Yüngülləri, qaraların yüngülü 5-dir, bunlarda da 2-dir. Bu belə aşacaq. Artıq biz burada hər bir fiqurun çəkisini bilirik ki, neçədir. Müəyyən artma soruşur. Bu 3-dür, bu 5-dir, bu 2-dir, bu 6-dır. Aralarında ən yüngülü 3-dür. 3 ilə başladıq. Sonra 1-dir, sonra 2, sonra 4. Deməli, cavabımız olmalıdır 3, 1, 2, 4. Bu da variantlarda vardı da D variantı. İndi bəs 78 ilə bağlı kiminlə sualı var? Hami aydındır bu. Yəni, nə gözəl, hamımız başa düşmüşük. Nə əla. İndi 74-ü yazın görüm nə başa düşmüşsünüz orada. 74. 1-dən 9-a qədərdir. Bizdə şolar tərəzidə iştirak etmək fiqurların çəkiləri cəmi soruşur. Nə deməkdir bu? 1-dən 9-a qədər deyil, hamısını tapasız, 2-si, 3-ü filan qalacaq. O tapılmayanların cəmini soruşur. Buna baxın, görən nə tapırsınız, nə kəşf verirsiniz. Ondan sonra tərəzini bu kitabdan yekunlaşdıraq. Gəlin bunu sol tərəf yazım, orada yer azdır. Bunların düşmə ehtimalı dediyim kimi daha çoxdur, daha çox vaxt alır, sadəcə diqqətli olsa tapa bilərik. Hamısını tapda cavab heç bucağın ki olmasın yox.
Müəllim deyim də onları mən. Yox, demə də, demə. Qoy baxsınlar, sonra deyərsən. Yaxşı. Bir dəqiqədə baxsınlar, ondan sonra deyərsən. Müəllim, tərəzidə iştirak etməyən Zoom fiqur kullanıcısı nə kim? deyil? Qalır, B yazan Zoom kullanıcısı. Adı sana olmayan. Hə, Jale nə soruşurdun? Deyirəm, tərəzidə iştirak etməyən fiqurlar nə deyil? Onu əvvəldə izah elədim. Qulaq assaysınız, şu an dedim ki, hamısını tapasınız, ikisini tapa bilmirsiniz. Həmin o tapılmayan ikini soruşur. Hə. Bir də maksimum 9 idi, hə? Şərti görənmirəm deyə. Hə, maksimum 9-dur. Çox sağ ol. Uşaqlar, birinci tapıb cavab yazan o kimdir? Adı sana yoxdur. Hə, tamam, bildim Ruslan. Uşaqlar, cavab orada 15-dir. Çünki olmayanlar 6 ilə 9-dur. Yox, 7, 8 oradadır. 6, 9 yoxdur. Ülvi demək istədin nəsə, de görəsin belə nə deyirdin orada? Tamam müəllim, deməyə bir şey qoymadıq. Yaxşı, sən demə yazında burada ağ üçbucaq neçədir, qara dairə neçədir, ulduz neçədir? Onları de görüm. Ağ üçbucaq 2-dir. Hə, Qara dairə 8. ulduzda. Ulduz 3-dür. Bəs bu 3 dənə? Hansı 3 dənə? Onun biri 5-dir, biri 4-dür, biri 1-dir. Qara üçbucaq 5-dir. Yaxşı. Düz tapırsan. Afərin. Uşaqlar, başlayırıq burada yenə biri çoxundan hardasıdırsa orada. Buradan da yəni. Buna başlamalısınız. Burada ancaq 1 ilə 2 ola bilər. Çünki 3 versəz 3, 12 keçdi. Bu heç. 1 niyə olmaz? Çünki 1 versəz 1 oldu 2. 2-də ancaq 1-dən yüngüldür. Doğrusu ağırdır. İndi ikisinə 1 verə bilmərsiniz. Başqa da heç cür başmır. 2 olanda. Onda 1 getdi. 1 verə bilmirmişik. 2 versək 2. Burada oldu 8. Burada 2 ilə 8 oldu 10. Burada təbii ki 10. Və 2 ilə 8 getdi. 2, 8 atdıq. Burada 2 ilə 2-ni yazdıq. Oldu 4. Uşaqlar 4, ulduz 4-dən yüngül olmalıdırsa, burada həm 1 ola bilər, həm də 3 ola bilər. 2 olmaz, təkrarlanacaq. 4 olsa o tarazlıqda qalardı, aşmazdı. Deməli, orada 1 ilə 3-dən biridir. Əsas məsələ hara baxırsınız? Bu 3 fiqurun cəmi 10 olmalıdır. Bunları nəzərdən keçirirsiniz ki, hansı üçünün cəmi 10 olacaq buradakı ədədlərdən. Ən çətin hissəsi buradır. O da uşaqlar 2 versiyada olacaq. Hansılardır? Biri 1, 4, 5-dir. 1, 4 və 5-in cəmi. Biri də 1, 3, 6-dır. 1, 2, 7 də var idi, amma 2 hərdən çıxıb da 2 olmaz. İndi burada 1, 3, 6 olmaz. Sizcə niyə olmayacaq bu 1, 3, 6? 100% 1, 4, 5-dir. Birini ulduza verməliyik axı. Uşaqlar, düzdür. Bu 1 ilə 3-dən hansısa birin 100% ulduza verəcəksiniz. İkisindən birin. Ona görə də 3 o qara ulduzdur da. O biri ulduzda 7 olacaq. İkisini buradan götürə bilməz uşaqlar. 1 ilə 3 biri olar, düzdür. Tək 1, tək 3 ola bilər. Amma ikisi birdən ola bilməz. Deməli, bu 1, 3, 6 getdi. 100% bunlar 1, 4, 5-dir. Biri 1, biri 4, biri də 5. Yaxşı, bunlar 1, 4, 5-dirsə, ulduz da 1 ya da 3 olmalıydı axı. 3 sıradan çıxdı da artıq 3-ü tapmışıq biz. Yoxsa 1 sıradan çıxdı, 1-i tapmışıq. Ulduz 100% olacaq 3. Tapdıqlarımızı gəlin çıxaq. 3 bilindi, 3 ulduzdur. Sonra 1, 4, 5 də bilindi ki, bunlar da buradadır. 1 getdi, 4 getdi, 5 getdi. Bizdən yerdə nə qalıb? 6, 7, 9. Və mən bilirəm ki, garanti qara ulduzum 3-dür. Bu qara ulduzun yanına ağ ulduz üçün 6-dan, 7-dən, 9-dan birini qoymalıyam. 6 qoya bilmərsiniz, niyə? Çünki 9 eləyəcək, 2-yə bölünməyəcək. 6 getdi. 9 da qoya bilməliyik. Bəs 9 niyə qoya bilmirik? Çünki 9 qoysuz 12 eləyəcək. 12 ilə 2 yerə böləndə bunlar da 6 düşəcək. Axı qara üçbucaq 6 ola bilməz burada. Oradakılar 1, 4, 5 idi, 6 yox idi. Onda bu 6-ları sildik. Bu 9-u da sildik. Bu da düz gəlməmiş. Məcburən bir dənə yerdə qalan hansı oldu? 7. 7 yazsaq düz olar. 12-yə böləndə olacaq 5, 5. Sıxıntı yoxdur indi. Onda bizdə burada 7 də getdi. Çünki 7-ni də qoya bilirəm mən. Nə soruşurdu? Tərəzidə iştirak etməyən fiqurların çəkilərinin cəmini tapın. Şu an iştirak etməyən hansı oldu? Hamısını mən tapmışam. Tapılmayan burada qiyməti 6 olan və qiyməti 9 olandır. Bu ikisinin cavabı isə tapılmır. Ona görə də bizdən bunların cəmini soruşduğuna görə
Cavabımız nə olmalıdır? 6 üstə gəlsin 9. Bu neçə eləyəcək? 15. İndi bəs bu 70 neçə idi? 74 ilə bağlı sualı olan. Müəllim, orada 3, 7, 5, 5 yazdığımız tərəzi var. Onu Aha. biz 3, 5, 4, 4 deyə nömrələyə bilməzdik. Axı bu ulduz fərqli bir şey olmalıdır. 5 100% vermişsiniz, 5 buradadır. 5 qalmıyor bax əlində. Olsa hə olardı. Ulduz bax təzə figurdur. Təzə figursa təzə qiymət olmalıdır. Başa Aydın düşdüm. oldu bəs bu. Bəli, bəli. Çox sağ ol. Başqa uşaqlar sualı olan. Yoxdur ki sual. Tamam. Evdə bunu yazırsınız. Amma hələ qaçmırıq. Bir dəqiqə. Mən bir dənə asan tərəzi sual tapım. Bu heç belə yerləşmir ki. Bircə saniyə birləşə bilir. Hə, belə eləsə yerləşir. Baxırıq uşaqlar burada 9-cu suala. Bu bayaq yazdığımız birinci tiplər kimidir. Amma azca, çox azca çətindir. Və 2018-in qəbul sualıdır. Sizcə uşaqlar bunu necə həll eləyərik? Müəllim, yenə o mən dediyim 2-yə vurma taktikası. Yox, bunu 2-yə vursan, sən 2 ilə bunu oynayacaqsan. Yəni üçüncünü 2-yə vurum, sonra o evləri əvəz edeyim dairə ilə. Uşaqlar, birincisi, belə gördünüzsə ki, aləm deyib bir-birinə, orada 500 dənə fiqur var. Bunu fiquruna yazsaq, səhər asasın hamısı qarşılayacaq bir-birinə. Həmişə bu sualları həll eləmək istəyirsinizsə, onları birinci əvəz edin. Hərflərlə falan əvəz edin ki, nəsə orada toplayıb çıxa biləsiniz. Və əvəz eləyin də qarışdırmayın da hansı hansıdır. Əvəz eliriksə, baxın, buna tutaq ki, bir A deyirəm, olsun A. Bunda bu B-dir. Bunlar da olsun C, C. Və orası yazıb, burada D yazmayın da, eyni fiqurdur. O C-dirsə, bunlar da C-dir. Baxıram, bunlar təzə fiqurdur. Bunlar təzə fiqurdursa, bunlara yazırıq D, D. Təzə fiqurun biri də çıxdı. Y, hərflərimiz artır. Bu amma yuxarıdakından da bu D-dir. Bu isə təzəsidir. Yenə F yazıb, təzə idi. Sonra bu deyəsən D-dir. Bu hansındandır? Bəs bu F-ə oxşuyur. Kvadrat var idi. Bu da B-dir. Bizdən soruşursa anı. Və uşaqlar, variantları da test çevirin. Çünki variantlara baxanda aləm deyəcək bir-birinə. Variantlara baxsaq, bu nədir? Bu Y-dir. Bu Y-dir deyəsən. Y. Bu Y nədir? B-dir. Bu Y, B, B'dir. Bu isə Y, B'dir. Variantlarda çevirdik. İndi yaxşı. Tərəzimiz deməli 4-ün verib 5-incisini soruşur. Necə, nəyi, hardan tapa bilərik? Tək anı tapmalıyıq biz bu arada. Burada seyni ayrı verib də, seyni əvəz eləyə bilərik orada. Hə, uşaqlar, bunu toplamaqla filan tapmaq mümkünsə yaxın bir şeydir. Məcbur əvəz eləməliyik. Əvəz eləyə biləcəyim birinci rahat şey S-nin 2 dənə D olmasıdır. Baxıram bura ki, burada bizdə S2 D-dir. Bunu əvəz elə aparaq qoyaq yerinə. Görün tapa biləcəyik burada. Hətta sonra mən D-ni də əvəz eləyə biləcəm. Çünki D-lərin də qiymətini bilirik. Əvəz eləsək, S2 dənə D-dir. Hətta D-ni əvəz edib sonra aparaq qoya bilərsiniz yerinə. Ya orada əvəz edib burada qoya bilərsiniz yerinə. Yaxşı, S2 dənə D-dirsə, gəlin bunu nəzərə alın mən burada. Olacaq belə. A, B buradan yazırıq. Bərabərdir 2 dənə S-dir axı. Bu S-lərin yerinə hərəsinə 2 dənə D yazsaz, 2D, 2D olacaq 4 dənə D. Amma təbii ki, mən buradan bir şey çıxamam, çox çətindir. Nəzərə alıram ki, burada nə? D-imiz nədir bəs? FB. D-nin FB olmasını birində nəzərə alaq. Məsələn, tutaq ki, bu D-nin yerinə FB yazdım. Burada da AB var idi da. AB bərabərdir FB. O bir 3 dənə D yazılar qalıb yerində. D. Mən çünki uşaqlar, mən cavabı çalışıram Y ilə B ilə alım. Bu D-ləri bir-bir yox eləmək lazımdır. B-nin biri getdi. Soldan, sağdan. Qaldı belə. A bərabərdir F, 3 dənə D. Yaxşı, FD-nin birini yenə əvəz eləyə bilərik. Necə? Bu FD burada nəyə bərabərdir? Elə Y-yə. Bunların əvəzinə Y yazmaq olar. Onda olacaq belə. A bərabərdir Y, D. Birini çevirdik. Qaldı 2 dənə D. Götürüb 2 dənə D-yə S yazmayın. S yazsınız belə qaydacaqsınız. Məndə çünki cavab var da S yoxdur. Sonra nə edə bilərik bəs?
Neyinəmək olar uşaqlar burada? N-in yerinə FB yenə ilə F-də əvəz gətirsək edilir. F-də D-nin olacaq. birini də çevirirsiniz. D onsuz bizdə çoxdur da maşallah. D-nin birini də çevirsəz, yerinə FB yazsaz. Bu Y qalıb yerində. Y-nin işim yoxdur. Y-ni də yazdıq. Bu D-ni də yazdıq yerinə. A bunlara bərabərdir. Sonra fikir versəz, bu F-nə, bu D, bu F-nə, bu D bizə nəyi verir? F-nə D baxın Y verir. Bunların ikisinin yerinə, bunların da yerinə bir dənə də Y yazsaz, olacaq nə? A bərabərdir. Y, bunların yerinə bir dənə də Y, bir dənə də B buradan düşdü. Cavabımız olacaq Y, Y, B. Yəni uzun sözün qısası bunun düzgün cavabı olacaq D variantı. Daha asan da deyirəm, asan üsulu yoxdur uşaqlar. Bunun yəni ən qısası mən getdim. Başqa cür əvəz eləsəz nə qədər uzanacaqdı? Düşmüş bu tərəzilərdən ən çətini var adı, bu formalılardan. 2018-in qəbul sualıdır. 40 dəfə orada əvəz edirsən yazırsan, əvəz edirsən yazırsan. Kimin nə sual var indi 9-la bağlı? Yoxdur ki, hər hansısa bir sualımız. Çox asan idi. Asan yox idi, asan. Düzgün yazaq. Asan. Yoxdur deyəsən. Birini də mən göstərim. Onu da screen eləyin. Özünüz evdə baxarsınız. Alınmasa gələn dərs izah eləyərəm. Bu daha rahatdır bu arada. Bunun da şəklini çəkin, götürün variantlarında. Yəqin ki, götürdük də artıq. Все. Tərəzi ilə bağlı bu qədər. Bu arada burada görmüşkən deyim, yəqin ki, uşaqlar oyunları işləyirsiniz də, çünki oyunlar bu həftə sınağa düşəcək. Qəbula da düşür. Məsələn, baxın, qəbul 2 dənəsi var. Və ya keçən ilin qəbulunu açsam, yenə bundan 2 dənəsi var. Mütləq oyunları işləyin, həftə sonu baxacağıq suallarına. Bunu da bağladıq. Buradan bizim işimiz bitdi. Yaxşı, bəs uşaqlar, suallar, ev tapşırılan sualları, onu tez deyin, mən onları izah edeyim. Ondan sonra keçək, orada bir-iki əlavə şey deyəcəm. Kimin nə sualı var idi? Çata yazdım sualları. Hamı çıxdı getdi. Mən axırda əlavə sualı izah edəcəm. Özünüz bilərsiniz. Sualı olan çata yazırıq. Sonra keçək. Yirmi 26 73 84. 20 26 73 84. 20. 20-də uşaqlar çoxdan azı çıxıb çox tərəfə yazır. Yox, 21-dir. 20-də. 20-də burada bunları üst-üstə qoyub fərqliləri seçir deyəsən. Hə, fərqliləri seçir. Çünki baxın, sol tərəf hər ikisinin eynidir. Sol tərəfi silib, sağ tərəfi silib, sonra bu sağdan gedən diaqonal bunu da silib. Qalanlar yazıb cavaba. İndi bunlarda eyniləri silsək, məsələn, baxın, bunun bu buradan getdi, bu da buradan getdi. Sonra bu buradan getdi, bu da buradan getdi və aşağı tərəfdə getdi. Yerdə qalan orada o Superman işarəsinə oxşayacaq da, bu qalır. Belə bir şey. Bu da hansıdır? C variantı. Bu oldu 20, sonra orada 26 var. 11-i gördüm, 11-ə də baxarıq. 26. Uşaqlar, 26-da isə bunları üst-üstə qoyub eyni hissəni seçir. Bu ikisini üst-üstə qoyduqda, baxın, bunların ikisini üst-üstə qoyduqda, gəlin, məsələn, bunu çəkin burada. Ortaq hissə haradır? Bir dənə bu sol künc, bu. Baxın, bunu yazıb cavaba. Buradadır. İndi bu ikisini üst-üstə qoyanda, düz bucağının kənarları boş qalacaq. Həmin o düz bucağının kənarları boş qalır deyə, baxın, sol tini ilə sağ tini boşdur. Bu ikisi boşdur. Ona görə də bunların ortaq hissəsi tək dairədir. Yəni, D variantıdır. Y deyil. Y-də çünki düz bucaqlının kənarları boş qalır. Bu oldu 26. Sonra orada 11 var idi. Bu arada mən izah edib gedirəm. Kimin hardasa sualı olsa saxlasın desin də plan suala baxaq. Başa düşmədim. 26 idi bu. Gəldik 11-ə. 11-də isə şular, 11 tipli orada bütün suallarda eyni fiqurlarda ağ-qara gördürsə, ağla qaraların cəmi mütləq yazın. Məsələn, ağla ağ nə alınır? Ağla qara nə alınır? Qarana ağ nə alınır və qarana qara nə alınır. Bunları mütləq formada yazmalıyıq. Yazmasaq aləm deyəcək bir-birinə. Məsələn, indi mən bura baxsam, şuraya baxıram bura. Qara, qara. Nə alınıb orada? Ağ.
Qara qaranın ağa yazılır. Bir dəqiqə. Hə. Qara olubdu ağ. Sonra qaranın ağa baxıram. Qara ağ harda var? Hə, qara ağ. Bu da olub qara. Ağ qara da qaradır. Ağla ağ bəs. Ağla ağ. Bu da qaradır. Bu da qara eləyirmiş. İndi hamısını tapmayaq da. Bir dənə ağ verən qaranın qaradır. Bir dənə buna baxaq. Bu qara ilə qara bura ağ verəcək. Bura ağ verəcək və bura da ağ verəcək. Bu üçünün də ağ olduğu ancaq C variantı var. 11 ilə bağlı bəs sual olan. Mən bunu başa düşmədim mən. Nəyə başa düşmədin? Ümumiyyətlə. Ağ, qara. Üst-üstə qoyanda, ağla ağı üst-üstə qoyanda qara alınır. Qara ilə ağı üst-üstə qoyanda qara alınır. Bunları yazmışam. Yəni 4 dənə versiyam var da. Bax ki, bunlar üst-üstə düşəndə nə alınır? Bax, məsələn, sol tərəfdə ağla ağ üst-üstə düşəndə burada qara alınır. Aydın oldu. Bildim mən. Bəli, sağ ol. Sən də sağ ol. Deməli, bu 11 idi. 20-ni 26-ını zaten demişdik. Sonra 30 var, 31 var, 35, 36 var. 30, 31, 35, 36. Getdi irəli. 30, 31, 35, 36. 30. Sonra 30-da da orada çoxdan azı çıxıb çox tərəfə yazırsınız. Baxın, burada 3 dənədir axı. Burada da 2 dənədir. 3-dən 2-ni çıxdınız, qaldı 1. Sonra burada 5 dənədir, burada 3 dənədir. 5-dən 3-ü çıxdıq, qaldı 2. Burada 4 dənədir, burada 3 dənədir. 4-dən 3-ü çıxırsınız, 1 qalır. Amma çox yuxarıda da onu yuxarı yazırsınız. C variantı. D-dəsə aşağı yazıb, ona görə D deyil. 31. 31-də isə ilk ikisini üst-üstə qoyub negatifini çıxarıb. Məsələn, fərqi yoxdur. Bunları bura çəksək, zaten qara üstünə düşəcək. Burada qara, bir dənə bura qara olacaq da orada olmayan. Bunu çəkdik bura. Sonra uşaqlar negativini çıxarıb. Negativini çıxarsanız, bu 2 dənə ağ idi deyə, oldu 2 dənə qara. İndi bunları üst-üstə qoyanda bura qara olacaq. Bir də bura qara olacaq. Bir dənə bura ağ daxı, negativini çıxaranda bir dənə ora qara olacaq. O da olacaq, bir variant, Y variantı. 31 ilə bağlı bəs sual olan. Sonra 35 və 36 var. 35, 36. Ümumiyyətlə, xət gördüksə, xətlərin hər birində ortaq xəttlər və ya fərqli xəttlərdir. Burada isə uşaqlar fərqli xəttlərdir. Çünki ortaq olan sağ diagonal və sol diagonal gedir. Bunların ikisini sildiniz. Baxın, xəttin biri, bu diagonalın biri buradan qalıb, biri isə oradan qalıb. Bunları birləşdirdik, oldu bizim cavab. Onda mən də bu ortaq xəttləri silirəm. Qalıb bir dənə hansı? Bu, sol tərəf. O da Y variantıdır. Sonra 36 var. 36 yenə uşaqlar ağ-qara prinsipidir. Üst-üstə qoyanda nə alınırsa bunu yazırsınız. Ağla ağ, ağla qara, nə bilim, qara ilə ağ, qara ilə qara. 4-ünü də yazırsınız. Yenə deyirəm, eyni fiqurlarda ağla qara gördürsə, hamısında eyni şeydir. Baxıram ki, mən ağla ağı üst-üstə qoyan deyil, ağ qalıb. Sonra ağla qaranı üst-üstə qoyanda tapsam, baxacaq, ağ qara harda var? Ha, burada var. Ağ, üstə qara. Bu qara eləyib. Qara üstə ağda. Qara üstə ağda. Bu da qara eləyib. Qara ilə qaranı isə kəsib. Baxın, sol tərəfdə qara ilə qara var, buranı da kəsib. Bu da kəsilibdir. Onda bizdə bura kəsilməlidir, bura kəsilməlidir. Sonra burada kəsilməlidir, burada kəsilməlidir. Qara qaradır və bu da kəsilməlidir, qara qaradır. B-də baxın, sol tərəfini kəsməyib. C-də kəsməyib, bunlar getdi. Sonra sağ tərəfinə baxıram ki, qara ilə ağın cəmi qara olmalı idi. Amma A-da ağdır. Bir də bura baxın, ağla qaranın da cəmi qara olmalıdır. D-də qaradır, Y-də deyil. Y-də getdi, cavabımız oldu D variantı. 36 ilə bağlı bəs problemi olan 36 da dedik. Sonra orada 47 gördük. 39 da var imiş. 39, 47. 39. 39-da şular bu çəlləklərin bir önəmi yoxdur. Sadəcə o axacaq hissəsinə baxın. Birində sağda, birində ortada, birində soldadır. Ortada olan var, solda olan var. Harda olmalıdır? Sağ tərəfdə. Və rəngi boz olan var, qara olan var. Rəngi dağ olmalıdır. Sağ tərəfdə rəngi dağ da olacaq A variantı. 39 ilə bağlı bəs sual olan yoxdur. Sonra orada 42, 47 var. Yəni, baxın, təkrar. 42, 47. 42-də uşaqlar, bunların ikisini birləşdirin. Yine baxın, bu şəkil alınacaq. Bunların ikisini birləşdirin, bu şəkil alınacaq. Onda bu şəkili almaq üçün bunun sol tərəfini veribsə, burada yerdə qalan nədir?
kvadrat. O da olacaq C variantı. Sonra 47 var. 47 qəbul sualıdır və biraz maraqlı sualdır. Uşaqlar, bu 47-də də ən kənardakılar bizim çərçivəmizdir. Belə deyək də, ramkamızdır. Çərçivəyə baxsaq, çərçivəmiz bizim 2 dənə qırıq xəttlərdir. Burada birinci sırada qırıq xəttlər. İkinci sırada düz xəttdir, düz bucaqlıdır. Üçüncü sırada isə uşaqlar, bizim çərçivəmiz 2 dənə içsə kvadratlardır, düz bucaqlardır, hansısa şəkildə. Niyə? Çünki baxın, hamısının eyni olan budur. 2 dənə içsə bu düz bucağını çəkdik. Ya da kvadratsa bunu. Bəs içindəki şəkillər. Uşaqlar, o şəkillərin kiçikliyinə, böyüklüyünə baxmayın. Sadəcə formasına baxın. İçində nə var, rəngi nədir, o heç. Baxın, biri kvadrat, biri dairə. Burada biri kvadrat, biri üçbucaq, biri dairə. 3 dənədir də burada. Yenə baxın, üçbucaq, kvadrat, dairə. Mən də baxıram ki, bizdə hansını verib? Bizdə verdiyi burada kvadratdır və üçbucaqdır. Daha doğrusu dairədir və üçbucaqdır. Bu dairədir, bu da üçbucaqdır. Hansı çatmır bunlardan? Kvadrat. Onda ən içəri bir dənə kvadrat qoyuruq. 3 dənə içsə kvadrat. O da olur hansı? C variantı. 47 biraz qarışıqdır. Bu hamıya aydın oldu. Ümid eləyək ki, və davam eləyək. 51, 52, 53, 54. Yaxşı, bunlara sırayla baxarıq. 51. Şöyle 51 də qara prinsipidir. Sadəcə yazmalısınız ki, hansının hansının cəmi nə eləyəcək? Gəlin baxaq. Baxın, qara ilə ağın cəmi qara eləyir. Buradan yazaq. Qara üstü ağ, qara olub. Sonra ağ ilə ağ tapsaz, ağ ilə ağ, bu da ağ olub. Ağ üstü ağ, bu da ağ verib. Daha sonra ağ qara var. Ağ qara qalıb, bir də qara qara qalıb. Qara ilə qaraya baxsaz, qara ilə qara ilə qara olub. Bəs ağ ilə qara tapsaq, baxacaq. Ağ ilə qara burada var, o da qara olub. Yəni, ağ, xaric, hamısı istisna bizdə qara olmalıdır. Bəs bunu necə eləyəcəm? Heç nə verməyəcə tapacam. Şöyle birinciyə baxın, birincisi qarada. Qaranın üstünə nə gəlsəz də cavab qara olmalıdır. Yəni, birincisi qara olacaq. Birincisi qara olacaqsa, B getdi. Üzrsən, bir tərəfdən çıxırıq. Biz cavablara baxmalıyıq. Birincisi qara olmalıdırsa, baxın, burada ağdır. A getdi, burada ağdır. C getdi, burada ağdır. 7 getdi. Qaldı bunlar ikisi. Bunlar ikisi qalsa, onsuz bu tərəf hər ikisini yedi. Kvadrat üçbucaq. Hətta bu da eynidir. Bu rəngli üçbucaqdır. Bura da eynidir. Üçbucaqdır hər ikisində. Rəngli üçbucaq. Bir dənə qaldı axırıncısı. Axırıncısına fikir versəz, mən burada ağla qaranın üst-üstə gəlməliyəm. Ağla qaranın üst-üstə gələndə nə olur? Qara. Deməli, bu da qara olmalıdır. Qara olanda D variantındadır. 51 ilə bağlı bəs sualı olan? Yoxdur deyəsən. Getdik 52. 52-də isə şunlar hərəkət eləyir. Bu taş olsun A, bu da B. B yazı qalıb yerində. A sadinin əksinə doğru hərəkət eləyir. Baxın, A buradadır. 7 çıxdı, üstünə ikisi bir yerdədir. Sonra baxın, yenə burada A ikisi bir yerdədir də. B yazıq buradadır, A da buradadır. A düşdü aşağı, A getdi bura. B qalıb elə yerində. Ne gəldik bura? İkisi bir yerdədirsə, bu A da B də buradadır. B yazıq qalıb yerində, A düşdü aşağı. A bir dəfə də keçəcək sağa, burada B, burada A olacaq. Bu da bizdə hansı variantdır? C variantı. 52 ilə bağlı bəs sualı problemi olan. Gəldik 53-ə. 53-də isə uşaqlar bunları üst-üstə qoyur. Nöqtəni tapmaq rahatdır. Nöqtələr çünki yerin dəyişmir. Məsələn, baxsaz, burada sol aşağıdadır, burada sağ yuxarıdadır. Birini sol aşağı, birini sağ yuxarıya qoyub. Və bu bizdə verilən bu operatordur. Bunun işimiz yoxdur. O sadəcə kəsişməyə baxmalı olduğumuzu göstərir. İndi mən kəsişməyə buranı tapmaq üçün bu ikisinə baxıram. Və bu ikisini həll eləyəndən də görək burada nə baş verəcək. Baxsaz, dairənin biri sol aşağıda, biri sol yuxarıda. Bunlar ikisi olacaq bu formada da. Dairələr. Biri sol aşağıda, biri də sol yuxarıda. Dairələrə belə olmadısa B salamat, A salamat, 7 getdi. Qaldı C ilə-dir. Əsas şolarda naxışlardır. Naxışlara baxmaq üçün xeyli diqqətli olasınız. Bunları üst-üstə qoyanda, gəlin məsələn bir nöqtənin üstünə çəkim. Bunu tutaq ki, burada çəkirik. Bunu aparıb, buna bir silək. Bu birincisindən çox şey görəcəyik çünki. Aparıb çəkirəm burada. Bunu belə çəksəz, bu da xətlidir, naxışlar xətlidir. Bu formadadır.
Uşaqlar, hansı hissədə ki, xətlər üst-üstə düşürsə, baxın, o bizdə sol hissədir. Buna görməyəcəyik. Bu sol hissədə xətlər üst-üstə düşür deyə burada. Bu tor alınıb. Baxın, burada tordur. Yəni, xət üst-üstə xət olsa, orada tor alınmalıdır. Yox, əgər orada, məsələn, baxsaz, ağla ağ üst-üstə düşdü. Onun ağ hissəsi, bunun ağ hissəsi bu sağ tərəfdə. Onda xətt də alınır. Baxın, burada xəttlər qoyub. Ağla ağ üst-üstə düşəndə xətt alınır. Bir tərəfi xət, bir tərəfi ağ olanda isə elə ağ qalır. Baxın, yuxarı tərəfdə alt hissəsi ağ idi, üstünə mən xət qoydum. Ağın üstünə xət qoydum. Burada cavaba baxın, cavab ağ olub. Aşağı tərəfdə xətti idi, üstünə ağ qoydum. Xəttin üstünə ağ qoydum, o da ağ qalıb. Heç o biləri baş ağrıtmaya dəyməz. Mən bir dənə toru tapsam, buradan biləcəm ki, cavabımız nədir? Bunu aparıram, çəkirəm orada. Çəkdik. Bu formada. Bunların üst-üstə düşdüyü hissə. Xətlərin üst-üstə düşdüyü hissə sağ tərəfdədir. Baxın, burada. Bunlar burada üst-üstə düşür deyə həmin hissə tor olmalıdır. Sağ tərəfdə tordursa cavabımız olacaq D variantı. 53 biraz qarışıq sualdır. İndi 53 ilə bağlı problemi sıxıntısı olan. Müəllim, tam başa düşmədim mən. Tam başa düşmədik. Bəli. Bax, bu sol tərəfdə bu şəkilləri üst-üstə qoyuruq. Bax, bununla bunu üst-üstə qoyuruq. Sol tərəfdə bax, xəttlər üst-üstə düşür deyə bu necə sinək ki, bunu geri alaq, bunu da geri, bunu da geri. Sol tərəfdə fikir versən, sol tərəfdə 2 dənə xətt üst-üstə düşür deyə orada tor alınıb. Bu operatordur. Yəni şəkil kimi baxmayın ki, necə tor alındı. Sadəcə operator kimi. 2 dənə xətt üst-üstə düşürsə, onun cavabı tordur. Burası aydındır. Bəli. Əgər yox, bir tərəfi ağ, bir tərəfi xətdirsə, çox şey sildik orada. Məsələn, baxsaz, bunun alt tərəfi boş idi. Bu hissədə buranın alt tərəfi boş idi. Üstünə xətt qoydum. Ağın üstünə xətt qoymuşam. Cavab baxın, cavab yenə ağ qalıb. Yəni, ağın üstünə xətt qoyanda, xəttin üstünə ağ qoyanda cavab olur elə ağ. Bu dəyişmir. Yox, əgər ikisinin də ağ tərəfləri üst-üstə düşübsə, baxın, bu sağ tərəfdə ikisinin də ağ tərəfləri üst-üstə düşüb. Onun da cavabı adi xəttdir. İndi bizdən soruşulanda, fikir verin, sağ tərəfdə xəttlər üst-üstə düşürdü. Ona görə də burada cavablar xəttlə xətt üstə düşdüyünə görə sağ tərəfdə bizdə olmalıdır tor. Sağ tərəfdə tor olanda D variantıdır. İndi bəs aydın oldu. Bəli, bəli. Başqa uşaqlar sualı olan. Aydındır bu hamıya. Yaxşı, bu 54 idi, daha sonra 53 idi, sonra orada 54 var, 62 var. 54, 62. 54. 54-də uşaqlar eyni istiqamətə baxan çöpləri saxlayır, o biləri çıxır. Baxın, əks istiqamətdə daxı bu getdi, bu da getdi, əks istiqamətdədir. Ortadakılar eyni tərəfə baxır. Bu eyni tərəfə baxanlarda da biz istiqamətin dəyişib qoyuruq. İstiqamətin dəyişdi qoyduq. Burada eyni yoxdur, bunlar getdi, eyni yoxdur, bunlar da getdi, eyni yoxdur, bunlar da getdi. Onda heç nə qalmayacaq da olacaq D variantı. 54-də dedik. Necə? Başa düşmədim. Birincide hamısı eynidir. Bax, əks istiqamətdə olanlar, bax bu, biri yuxarı, bir aşağı baxın, bu gedir. Sağdakı da bir yuxarı, bir aşağı doğru gedir. Ortadakına bax, biri yuxarı, bu da yuxarı baxır. Bunlar qalır, amma cavaba çevirib tərsin qoyur. İndi başa düşdük. Bu çox şey oxşuyur. O imtahanda cavab tapmayanda özümüzün uydurduğumuz yola. Amma yolu belədir də, yəni. Sonra 57 var. 56, 57. Uşaqlar, mən bunu yazmaqdan yoruldum. Bu da ağ qaradır. Kimin sualdısa 4-ün yazısında ağ üstə qara, ağ üstə ağ, hamısı eyni şeydir. Buna siz baxarsınız. 57-ni pas keçdik. Sonra 62 var. 52-ni demişdik. 62. Baxaq 62. 61, 62. 62-də isə yuxarıdan aşağı, daha doğrusu soldan sağa doğru eyniləri çıxıb fərqliləri saxlayıb. Baxın, burada eyni olan nə var? Yuxarı tərəf eyni, daxı bunu çıxıb sol, sağ, aşağılar fərqlidir. Bunu yazıb burada. Burada da həmçinin. Eyni baxıram, bu ox eynidir. Sol tərəfdəki bu da eynidir. Aşağıdakı bu da eynidir. Bunlar hamısı gedir. Bir sola baxan, bir sağa baxan qalır. Olur D variantı.
Bu oldu 62. Sonra orada 60'lardan 69 görürəm mən. Başqa da bir şey görmürəm. 69. 67, 68, 69. 69-da isə hərəkətdir. Məsələn, tutaq ki, bu A fiquru olsa, bunlar sağ tərəfə hərəkət edir. A-ya baxın, çıxdı yuxarı, gəldi sağ tərəfə. İndi bizdə, məsələn, buna bir deyək A. Bu yuxarıdadır. Düşdü aşağı, keçməlidir sol tərəfə. Burada olacaq A fiquru. Onun solda olduğu versiya, o da uşaqlar C variantındadır. Amma gəlin o birləri də baxaq, birdən səhv tapmış olarıq. O birlər də hərəkət edir. Məsələn, buna bir B desəz, B burada yuxarıdadır, sonra keçib, baxın, sağ tərəfə, keçibdir sol tərəfə. İndi bunu hərəkət etdirsək, məsələn, baxın, bu B olsun. Çıxdı yuxarı, keçməlidir sağ tərəfə. B burada olacaq. Həqiqətən də baxın, burada sağdadır. Yəni, sağ istiqamətdə bunlar hərəkət edir. Bu 69 idi. Sonra orada 70'lərdən 72, 73'ü gördük. 72, 73. 72. 72-də sadəcə azalıb. Baxın, buna baxın. 4 dənə, 3 dənə, 2 dənə. Qaralara gələcəm. Burada 2 dənədir. Burada 1 dənədirsə, 1 dənə azaltdıq. Burada 0-dan olacaq. Qaralar isə əksinə artır. Qaralara baxsaq, burada 2 dənə, burada 3 dənədir. Burada isə 4 dənədir. İndi burada 0 dənədir. Burada 1 dənədir. Artırmalıyam 2 dənə olacaq. Bu da hansıdır? Y variantı. 72-dən sonra 73 var idi. 73 buradan qarışıq suallardan biridir. Fikir versəz, bunlar sağ tərəfə hərəkət edib. Məsələn, bura baxsaz, burada sol yuxarıdadır. Gəlib bura, keçib sağ tərəfə. Yəni, fiqur özü sağ tərəfə hərəkət edib. Həmçinin bu bir fiqurda sağ tərəfə hərəkət edib. Amma ortadakı hissə isə bu qalıb yerində. Ortaya baxın, hamısında ortadadır. Bu yerində qalıbdır. Bu hərəkət eləmir. Sadəcə uşaqlar yerində 90 dərəcə dönür sağ tərəfə. Bura baxsaz, bu sağ tərəfə 90 dərəcə dönür. Bir dəfə də dönüb, bir dəfə də dönüb. Mən onda başlayacağım burada ortadan da. Bunu uşaqlar 90 dərəcə döndərsək, düşəcək belə. Bu üçbucağın qara hissəsi burada yuxarıda sağda olmalıdır. O da variantlara baxsaq, D-də yoxdur, Y-də yoxdur. Gəlin o birləri nəzər yetirək. O birlərə də baxsaq, bəs bunlarda nə baş verir? Şöyle bunlar dönür də. Birinci rahat olan bu birinə baxmaqdır buna. Fikir verin buradadır. 90 döndü, getdi bura. 90 getdi, sol tinə gəldi. Mən də baxıram, bizdə burada sağ yuxarı tindədir. 90 döndərsəm gəlib bunun yanına düşməlidir. Gəlib düşəcək bura. Belə. Və içindəki qara hissəyə baxsaq, şöyle içindəki qara hissə hər dəfə burada özünü dəyişə gedir. Baxın, burada sağ yuxarıdadır. Düşdü sağ aşağı. Burada da keçdi sol tərəfə aşağı. Yəni, sağ tərəfə belə dönür. Bizdə burada sol yuxarıdadırsa, bir dəfə aşırtsaq, olacaq sağ yuxarıda. Yəni, o nöqtədə sağ yuxarıda olmalıdır. O da əsasən B getdi. O birinə gəlsək, o biri də bu arada burada da 90 dərəcə döndərsək, bunu sol tərəfə düşməlidir. Bura. Onu da bura qoyacaq, sadəcə xət maraqlıdır. Şular xət də hər dəfə saat istiqamətinə 90 dönür. Baxın, birinci sıraya baxsaq, əvvəlcə belə idi. 45 dərəcə döndərir. O düşür belə, yan. Sonra 45 dərəcə döndərir, düşür belə. Hər dəfə 45. Məsələn, buna oxşun baxsaq, tutaq ki, belədir. Bir dəfə 45 döndərir, bir dəfə döndərir, belə olacaq. İkinci sıraya baxın, yəni düzlə başlayır. 45 döndərir, olur belə, 45 döndərir, olur belə. İndi bizə bu formada daxı belə bir şeydir. Bunu sağ tərəfə 45 dərəcə döndərsəz, sonra bu düz durmalıdır, belə. İndi bu oxun uzun silsə, burada ox yoxdur da. Düz duracaqsa, o da fikir verin A variantıdır. İndi 73 ilə bağlı bir sual olan. Yoxdur deyəsən. Sonra görüm nə qaldı orada. 73-ü dedik. 84 var. 84-ü gördük. Başqa da bir şey görmürəm. Deyəsən 84 var bir dənə. Mən 78-ə baxa bilərik mən. 78-ə baxarıq. 78, Ben 84. yazdım ama ayağımdan tuttum yani yazdım. Ha, yukarıdaşlar boş verirler. Onsuzlar bir şey vermir. Ayağına Ha, ancaq baxın. ayağımdandır. Ayağı Evet. çünki ayağı 2 dənədir, 3 dənədir, bir dənə olmalıdır. Ha, buranı bir dəqiqə. 3-1-2 olmalıdır. Ben Ha, burada üç- da. ha, bir dəqiqə, bir dəqiqə. 3-ü verib, olmayanı da verib. 2 dənə olmalıdır. 2 dənə olanda bir dənə dığdadır. Çünki qollara baxsan, ikisi aşağı, nə ikisi Ha, elə yuxarı. onlar ikisi aşağı. tutmadım. Yəni da yazdım sadəcə sual qoydum ki, görən belədirmi yoxsa? Yox, düz yazmısan.
İndi isə baxırıq 84-ə. 84, 84, 84. 84-də nə edir bəs? Bu yuxarıdakı şəkli, bunu saxlayır, aşağıdakı kənar kimi götürür. Baxın, üçbucaq kimi. Yuxarıdakını balacalaşdırıb bunun içinə qoyur və yuxarıdakından xətti nəzərə alır. Baxın, xətti də çəkib yerinə. Bu xətti yuxarıdan gəlir. Burada da eyni istidir. Alt bucağını çəkib yuxarıdakının onun içinə. Şöyle burada 5 bucaqlı olmalıdır. 5 bucaqlısa bu getdi, bu getdi. Xəttlərinə baxsaz, xəttdə plusdur. Xətti plus olanda B-dədir. Y-də aşağıya çəkməyib, D-də yuxarıdan çəkməyib. Bu da getdi. Bəs ən içərisinə baxsaq, şolar, ən içərisində orada olmalıdır 8 bucaqlı. Sadəcə belə baxanda görmək olmur. Biraz da böyütsəz görə bilərsiniz ki, orada 8 bucaqlı var həqiqətən də. Ona görə olur cavabımız B variantı. Bu da oldu 84. Başqa bəs şolar, kimisə məsələdə sualı qaldı? Yoxdur ki, sualımız. Yaxşı, onda mən birini soruşa bilərəm. Bunu bağladıq. Gecə saniyə tərəzi ilə bağlı təzə keçsək də, burada maraqlı tərəzi sualları var. Birini göstəreyim, baxaq. Məsələn, elə baxırıq bu suala. Bunu yazmamışdıq ki, biz bayaq. Yox. Baxsaq şolar, tərəzi ilə bağlı situasiya məsələsidir. Bizdən 43, 44 və 45. Bu tərəzi ilə bağlı nələrsə soruşur. 8-də 1-dən 9-a qədərdir. Siz bu tərəziyə baxın, mən də 1-dən 9-a qədər bir yerə qeyd edeyim, sonra yazaq bir yerdə. 1, 2, 3, 4, 5, 6, 7, 8, 9. İndi hardan başlayacağıq, hara gedəcəyik? Boz dairələr 3, qara üçbucaq 9 ola bilər. Yaxşı, 1, 3 niyə olmadı ki? Boz kvadratdan başlamalıyıq birinci. Boz kvadratdan deyəndə? Yəni ən aşağısı orada içində 4 dənə olanlar da var da, xırdaları ona saxlamaq lazım deyil. Buradan başlamaq daha məsləhətdir. Çünki buna baxsaz 1-3 versiyası çoxdur. Yəni burada 2 nə var? Hansını bilmək çətindir. Amma bunu heç olmasa biraz təxmin edə bilərəm. Bu qara dairələr neçə ola bilər? 1 və ya 2. İndi hansı olacaq? Məsələ oradadır. 1-i də 2-ni də geriyə baxasınız. 1 yazsam, 1, 1, 1, bu da 1. Bura olacaq 4. Yerdə qalacaq uşaqlar 2 ilə 6 və 3 ilə 9. Sizcə bu arada yaxşı yazmamış bir şey soruşum. Ora 1 olacaq, yoxsa 2 olacaq və niyə? Bəlkə onu görən oldu, şifahi. Bu 1-in ardını yazacağım, göstərəcəm. Sadəcə sizcə hansı olmalıdır? Onsuz da çünki 1 ya da 2-dir də. Məncə 1-dir. İçi boş olan kvadratlar 2 ola bilər. Yox, ola bilər, yox, olmalıdır. Niyə olmalıdır? Çünki dediyim kimi də bayaq xırdaları daha çox olanı saxlamaq lazımdır. O deyil. Elə deyil. Ona da uşaqlar qaranti görmək olur. Sizcə bəs necə görə bilərik? 2, 1, 4-ü verdik. Yerdə nə qalır? 2, 6, 3, 9. Niyə 1 də 2 deyil? Orada 3 bucaq var. Şöyle, niyə 1 olması nə göstəreyim? Oradan başlayaq. Çünki 2 versəz, okeydir, bura sıxıntı deyil. 2, 2, 2, burada 2, bu 8. Bu çox gözəl alınır. Problem haradadır? Bu 1 3-dən asılı olması üçün 2-ni çıxandan sonra nə qalır yerdə? 1 ilə 3. Məsələn, fərqi yoxdur, hansını verirsiniz. Bunlara 1 verirəm, tutaq ki, 1, 1, 1, bu olsun 3. Bunlara da 3 verirəm. 3, 3, 3, 9. Çünki verə bilməsinə 4 filan. Sizcə burada problem harada oldu? Üçbucaqda problem olacaq müəllim. Yox, problem elə buradadır. Dairə ilə kvadrat eyni rəqəm olur. Bu da 3 necə oldu ki? Bu mümkünsüz axı. Ona görə uşaqlar 2 verə bilmərsiniz. Ən başda kvadratlar səhv olur axı. Necə? Ən başda kvadratlar səhv olur axı. Necə 3 verə bilərik? Yox, kvadratın biri qara, biri bozu şəkildə elə düşüb. O biri qara, biri bozu. Onların rəngi fərqlidir. Hə, rəngi fərqlidir. Ayda. Biri bozlu, biri qaradır. Yəni uşaqlar bu 100% 1 olmalıdır. Çünki ola bilməz axı Gülarə, bu necə olacaq ki, burada 4 dənəsən, burada 3 dənəsən. Biri rəngi qaradır, biri də Mən də bozdur. fikirləşirəm, müəllim, elə deyirəm ki, bu sualdan sizə səhvlik var, yəqin onu deyirsiniz. Yox. İndi uşaqlar bunlar olur 1, burada olur 1, burada 1 yazırıq, burada 1. Bu neçə olacaq? 4.
Yerdə qaldı 2 ilə 6, 3 ilə 9. Onu tutturmaq çətindir ki, hansı 2 6, hansı 3 9-dur. İkisi də ola bilər. Bu 1 ilə 4-ü çıxırıq. Burada 2-ni çıxmırıq. 2 qalır yerində. 1 4-ü çıxırıq. Amma əslində uşaqlar çıxa bilərsiniz. Çünki biləcəyik də, yəni 1 2 6-dır, bir də 3 9-u garantidir. 2 6 ilə 3 9 da buradadır. Sadəcə elə tutura bilməm ki, hansı hardadır. Baxıram indi bura. Burada isə 3 dənəsi, o yerdə qalan təzə rəqəmlərdən 3 dənəsi. Bu a kvadratda, daha doğrusu a kvadrat bilirik. Bu 2 ya da 3-dür. 2 ya da 3 olmalıdır. İkisindən biri olmalıdır. Və 2 ilə də bura təzə rəqəm yazmalıyıq. Çünki ağ üçbucaqla ağ dairə təzədir. Bu 3 olmalıdırsa uşaqlar 3 dənə 8 yəqin ki çox olacaq. Çünki 3 dənə 8 versək, yəni ən azından başlayaq 3 dənə 5 ola bilməz. Çünki 5 yazsaz 5 5 5 15. Elə orada 7 ilə 8 var. 7 ilə 8-i qoysam, bir də 7 qoysam bu 15-i keçdi. 3 5 ola bilmir. 3 dənə 7 qoysam bəs, desəm düz olan budur. Hə, düz olan da uşaqlar, gəlin bir dənə 8-in olmadığını göstərək. Çünki 8 yazsaz 8 8 8. Bura elədi 24. Ən böyükləri bura versəm, yerdə qalanlardan, çünki 8 sıradan çıxsa 7 qalacaq. 7 7 bura qoysam, 5 də bura qoysam, olur 14 19. Lap yuxarıda 3 olsa 22 eləyir. 24-ə çatmır. Yəni 5 çoxdur, daha doğrusu 5 azdır, 8 çoxdur. Məcbur bura 7 verməlisiniz. 7 7 7 oldu 21. Əgər bunlara 8 versə, 8 8 burada 5, 21 düzəlir. Bura gərək 0 düşsün. Bu da mümkünsüzdür. Ona görə tərsini yazırsınız. Bunlara 5, buna 5, buna 5, buna 8. Olur 18. İndi 21 olması üçün 18 var, axı bura gərək 3 olsun. O da 3 olduqdan sonra artıq mən bildim də bunlar 3, 3, 3, bu 9-dur. 3, 9 burada getsə, bunlar da 2, 2, 2, bu da 6-dır. Bu qədər yoldan sonra artıq tapdıq ki, kim nədir? Aparıb yazırıq yerinə. Fikir versəniz, bizdə qara kvadrat 9-dur. Ağ dairəmiz 8-dir. Sonra boz kvadrat bu 4-dür. Qara üçbucağımızda, qara üçbucağı görən 6-dır. Artması soruşursa, ən yüngül 1-dir. Sonra bundan ağır olan 2-dir. Sonra 8 var, 4-dür. Sonra da 3-dür. Bunun cavabı olacaq 1, 2, 4, 3. Bu da bizə Y variantıdır. Sonra 44-ə baxsaq, ağ üçbucağı soruşur. Bu 5-dir, B variantıdır. 45-də qara kvadratı soruşur. Qara kvadratda 1-dir, C variantıdır. Yəni düzdür, çox vaxt alır, çətindir. Amma yazsaz 3 sualı birdən aparır. 3 bal gəlir. İndi bəs kimin nə sualı var? Aydındır burada hamıya hər şey. Uşaqlar, sualımız yoxdursa bu günlük də bu qədər. Yəni bu qədər tərəzi yetər məncə. Gələn səfərdə inşallah ardından baxacağıq. Var sual olan? Yoxdur. İnşallah imtahanda beynim bunu qaldıra bilər. Qaldırar, inanırıq sizə. İnşallah. Gecəniz xeyir. Xeyrə qarşı sağ olun. Sonra kimi dinlədiyinizə görə. Sağ olun müəllim, gecəniz xeyrə. Sağ olun, gecəniz xeyrə. Sağ olun müəllim, gecəniz xeyrə. Sağ olun müəllim. Sağ olun. Sağ olun müəllim. Sağ olun, hələlik.